Qarabağ Xəzər Lənkəran qarşılaşması başlayacaq. Artıq komandaların heyətləri sizə təqdim olunur. Qarabağ komandasının heyəti qapını qeyd etdiyimiz kimi Şahrutin Məhəmməd Əliyev qoyur bu oyunda Ağdam klubunun heyətində və bu onun debüt qarşılaşmasıdır. 5 Maksim Medvedev, 8 Marcos Madeira, 10 Dani Quintana, 14 Rəşad Sadığov, 20 Richard Almeida, 25 Ansiagoli, 55 Bədavi Hüseynov, 90 Samuel Armetras, 91 Coşqun Diniyev və 99 Muharrəm komandanın baş məşqçisi Qurban Qurbanovdur. Xəzər Lənkəran heyətini təqdim edeyim sizə. Qapıda 25 nömrəli Tərlan Qasımzadə, 4 Ruslan Cəfərov, 5 Fərid Əsədov, 6 Asif Mirilli, 8 Vüqar Bəybalayev, 10 Tural Qürbətov, 15 Nodar Məmmədov, 17 Vaquf Güləliyev, 18 Tural Cəlilov, 32 Zaman Mirzəzadə və 99 Mahsun Qəmbərli. Hakimlər Briqadasının üzvləri haqqında məlumat verək sizə. Beləliklə, hazırda ekranlarınızda oyunun baş hakimi İnqilab Məmmədovu görürsünüz. Ona yan xət hakimləri Azər Əskərovla Kamran Bayramov kömək edəcəklər və 4-cü hakim isə bugünkü oyunda Mahir Məmmədovdur. Artıq oyunun başlaması üçün hər şey hazırdır və Qarabağ klubun futbolçuları meydan mərkəzinə oynağa başladılar. Richard Almeida ilə Samuel Armetras. İlk hücumu da əlbəttə ki Ağdam klubunun futbolçuları təşkil etməlidir. Deyilirdi ki, bu oyuna ola bilərdi ki, Xəzər Lənkəranı Yunus Hüseynov çıxaracaq. Çünki baş məşqçi Elbrus Məmmədov Şaxtyorda pro kateqoriyası almaq üçün təcrübə keçməli idi. Amma Elbrus Məmmədov yerindədir, özünü çatdırıb. Ona görə də bu oyunda Xəzər Lənkəranın başında elə Elbrus Məmmədov dayanıb. Ötən oyunla müqayisədə Xəzər Lənkəranda heyətində bəzi dəyişikliklər var. Ötən tur Lənkəran komandası öz meydanda Rəvanla qarşılaşdı və həmin oyunda qapılara qol vurulmadı. Orxan Səfəroğlu ehtiyat oyuncular skamyasındadır ötən oyunla müqayisədə və maraqlıdır ki, bu görüşdə də Orxan Sadıqlı da ehtiyatdadır və qapını bugün Tərlan Qasımzadə qoruyur Xəzər Lənkəran komandasında. Elnur, maraqlı bir fakt demək istəyirəm Qarabağ azarkeşləri üçün. Məsələ burasındadır ki, Qarabağ bu mövsüm ilk dəfə fərqli taktika ilə meydana çıxır. Əslində elə böyük fərq yoxdur, amma meydanın mərkəzində düzülüş dəyişib. Adətən Qarabağ meydanın mərkəzində 2 dayaq yarım müdafiəçisi ilə oynayırdısa, bu dəfə meydanın dayaq hissəsində Coşqun Diniyev olacaq, ondan irəlidə isə Miguel Almeida yer alacaq. Yəni, deyək, bir dayaq müdafiəsi 2 hücuma meyilli yarım müdafiəçi ilə oynayacaqlar bu maçda. Əslində bu bütün proqnozlar əlbəttə ki Qarabağın qalib gələcəyi istiqamətindədir. Yəni Qarabağ oyunun aşkar favoritidir, amma bir məqama diqqət yetirmək lazımdır ki, bugün Xəzər Lənkəranın gənc futbolçuları 2 qat əzmlə oynayacaqlar. Yəni Rəvanla oyundan fərqli olaraq mən əminəm ki, Xəzər Lənkəran komandasının heyətində olan bütün futbolçular meydanda sonadək canlarını qoyacaqlar. Bir növ özlərini göstərmək üçün, özlərini sübut etmək üçün və hazırda Elbrus Məmmədovu görürsünüz ekranlarınızda və onun üzünün ifadəsində hazırki Xəzər Lənkəranın bütün əzab vəziyyəti sanki onun üzünə baxdıqda hiss olunur. Yəni bütün bunlar Elbrus müəllimin də üzündə əks olunur. Əlbəttə, Elbrus Məmmədovun vəzifəsi çox çətindir. Birinci diviziondan gələn gənc futbolçularla ortaya nəticə qoymalıdır. Çünki əks halda komanda hətta aşağı diviziona da yuvarlana bilər. Amma hər halda nə etmək olar? Futbolun öz qaydaları var. Hər bir klubun, hər bir komandanın başına belə hadisələr gələ bilər. Robert Prasinechkini ekranlarınızda gördünüz. Eləcə də milli komandamızın məşqçilərindən biri Elxan Abdullayev. O da oyunu izləyir. Seçmə komandamızın baş məşqçisi. Və bugün daha bir görüş var idi. Sumqayıtda Zirə Sumqayıtı 2-0 hesabı ilə məğlub edə bildi. Artıq bu haqda biz sizə məlumat vermişdik. Sol cinahda qayda pozuntusu var idi mi? Bəli. Oyunun baş hakimi nəyək qaydanın pozulduğunu bildirir İnqilab Məmmədov və sol cinahdan cərimə zərbəsini meydan sahibləri yerinə yetirəcək. Yeri gəlmişkən İnqilab Məmmədovun bu mövsüm 5-ci matçıdır. Hər iki komandanın bir oyununu idarə edib bu hakim. Qarabağ üçün düşərli olub. Qarabağ həmin oyunda Azalı məğlub edib 2-0 hesabı ilə. Xəzər Lənkəran isə məğlub olub Interlə oyunda. Yəni belə bir statistik məlumat da var. Cərimə zərbəsini Qarabağ klubun futbolçuları yerinə yetirəcəklər. Coşqun Diniyev topun arxasındadır və görək standart vəziyyətdən meydan sahibləri necə yararlanacaq. Qapı qarşısında ötürmə ancaq Xəzər Lənkəran klubun futbolçuları topu cərimə meydançasından uzaqlaşdırdı. Bu Vüqar Bəybalayev idi. Richard Almeida topladı, geriyə ötürür. Ümumiyyətlə Qarabağ topu özündə saxlamaq, topa nəzarət baxımından açıq-aşkar hər dəfə digər komandalardan üstün görünür. Bu yalnız daxili çempionatda deyil, hətta Avroliqanın qrup mərhələsindəki oyunlarda da özünü biruzə verildi. Ona görə də Qarabağın topla oynaması xüsusi qabarılacaq bir məqam deyil. Bu komanda belə oyun tərzini çox xoşlayır, topu özlərində saxlayırlar. Yəni axtarışlarla hər an rəqibin müdafiəsində boşluq tapıb ondan istifadə etməyə çalışırlar. Biz bugün keçirilən oyun haqqında sizə məlumat verdik, ancaq qeyd edək ki, dünən də bir oyun var idi Topaz Premyer Liqasında və
Neftçi Rəvana qəbul edirdi. Çox gözlənilməz bir nəticə qeydə alındı. Həmin oyunda da 1-1 hesabı ilə HCC yekunlaşdı oyun və maraqlıdır ki, hətta Neftçi çox çətinliklə məğlubiyyətdən xilas ola bildi. Halbuki həmin oyunun da aşkar favoriti məhz Neftçi sayılırdı, ancaq Rəvan hesabı açmışdı və oyun 1-1 hesabı ilə yekunlaşdı. Hazırda Rəvan Xəzər Lənkərandan 5 xal geri qalır turnir cədvəlində və bir daha qeyd edək ki, AFFA İntisam Komitəsinin qərarına əsasən Rəvanın hesabından 6 xal silinir. Amma Bəhmən Həsənov mətbuat açıqlamasında da deyilmişdi ki, yəni bu qədər qorxulu bir şey yoxdur, biz itirilən xalları hər halda qaytara biləcək. Düzdür, ilk 2 oyunda heç şey eləyib, amma Rəvanın bugünkü durumunda qazanılan hər xal qızıla bərabərdir və Bəhmən Həsənov onun kollektivini buna görə alqışlamaq lazımdır. Xüsusən də Neftçi kimi rəqibdən əlbəttə ki, qazanılan bir xal Rəvan yalnız aktivinə yazılmalıdır. Neftçi isə hələ də hiss olunur ki, komandadakı problemlər yetərincə böyükdür. Hələ komanda bu çətin vəziyyətdən çıxmaqda çətinlik çəkir. Ümid edək ki, Əskər Abdullayev bu işin öhdəsindən gələ biləcək və növbəti turlarda biz artıq meydanda tamamilə fərqli Neftçini izləyə biləcəyik. Elnur, yəqin ki, Qarabağın heyətini izləyənlər, oyuna baxanlara çox maraqlıdır ki, nəyə görə Qara Qarayev heyətdə yoxdur? Hər halda az öncə danışığımızda da vurğulamışdım ki, bu limitlə bağlı deyil. Limit üçün hər halda Şəhrüddin də var bugün start heyətində. Bu barədə istəyirsiniz bir qədər sonra biz sizə ətraflı məlumat verəcək. Gəlin hücumu izləyək. Vaqif Güləliyev topu qəbul etdi. Onun bir qədər mərkəzə ötürməsi, amma orada Əsədov, bu məşhur Fazil Əsədovun oğlu Fərid Əsədovdur. Bir vaxtlar Xəzər Lənkəranda, eləcə də Viləşdə oynamış Fazil Əsədovun oğlu Fərid Əsədov ötən tur Rəvanla qarşılaşmada da ilk dəqiqələrdən meydandaydı bu futbolçu. Məsələ burasındadır ki, Qara Qarayevin son zamanlar göstərdiyi oyun, belə performans desək, Qurban Qurbanovu qane etmir hər halda. Bu barədə futbolçunun özü ilə də söhbətlər olub. Ona görə də artıq ötən oyunda da start heyətində olmayan futbolçu bu dəfə də ilk 11-liyə düşə bilməyib. Hər halda yəqin ki, Qara Qarayev bu tənqiddən məşqçisinin dediyi fikirlərindən nəticə çıxarar. Çünki yadınızdadırsa Qara Qarayev ilə böyük futbola, peşəkar futbola başlayanda da cinah müdafiəçisi oynayırdısa, Qurban Qurbanov onu ölkənin ən yaxşı dayaq yarım müdafiəçilərindən biri eləyib. Amma indi ona müəyyən yəqin ki, etirazları varsa, hər halda bu barədə oyundan sonra Qurban Qurbanovun özündən də soruşmaq olar məncə. Xəzər Lənkəran klubun futbolçuları yenidən meydan mərkəzində topu ələ keçirdilər və yenə də Fərid Əsərov topladı. Əsərov topu sol cana ötürdü. Orada Zaman Mirzəzadə topu qəbul edir. Zaman Mirzəzadə ancaq təcrübəli Medvedevi keçə bilmədi. Əlbəttə ki, cinahda Maksim Medvedev daha yaxşı oynayır. Ümumiyyətlə Qarabağın oyunçuları həm təcrübə, həm oyun bacarığı baxımından qat-qat üstündür Xəzər Lənkəranlı futbolçulardan. Bu danılmazdır. Ustalıq səviyyəsi əlbəttə tamamilə fərqlidir. Əsasən gənc oyunçular da Xəzər Lənkəranda, eləcə də komandanın heyətinə gəlmiş qış fasiləsi zamanı heyətə cəlb olmuş yeni futbolçular da bir çoxlarını hətta birinci dəstədən cəlb edib Xəzər Lənkəran komandaya. Neftçalda oynamış futbolçu var idi. Şəmkirdə oynamış futbolçu var idi. Belə oyunçular cəlb oldu komandaya. Belə də Qarabağa qarşı başa-baş oynamaq, Qarabağla bərabər mübarizə aparmaq əlbəttə olduqca çətindir. Zaman Mirzəzadə komandasının yeni hücumunu təşkil etməyə çalışır, amma halda həqiqətən də Maksim Medvedevə qarşı mübarizə aparmaq zaman üçün asan iş deyil. Medvedev topu geri ötürür, Şahrudin Məhəmmədəliyev və istərsəməz futbolla yeni maraqlananlar da ilk baxışdan baxdıqda qapıda Şeyçi yox, Məhəmmədəliyevin durduğunu ən azı bu oyuna görə hiss edəcəklər. Yəni İbrahim Şeyçi, Şahrudin Məhəmmədəliyev bu oyunda bir xeyli fərq var. Şeyçlə bağlı çox müzakirələr olub. Həqiqətən də yaxşı qapçıdır, amma onun səhvləri var və bu həm Avroliqa oyunlarında, həm də çempionat oyunlarında dəfələrlə təkrarlanıb. Hər halda rəqabət yaxşı məqamdır məncə, həm Şeyç üçün, həm elə gənc qapçının özü üçün. Sol cəhətdən yenidən Xəzər Lənkəran komandasının hücumu. Vaqif Güləliyev komandanın yeni transferlərindən biridir. O topu meydan mərkəzinə ötürdü, ancaq Fərid Əsədov meydan mərkəzinə topu qəbul edə bilmədi. Buna baxmaraq Mahsum Qəmbərli hücumu davam etdirəcək. Bir qədər geri ötürür topu Ruslan Cəfərov. Sağ cəhətdə komandanın kapitanı ekranlarınıza gəlir Tural Cəlilov. Raid Əmirquliyevin geçişindən sonra məhz kapitan sarğısı bu təcrübəli futbolçuya Tural Cəlilova təpşirildi və demək olar ki, Xəzər Lənkəranın heyətində çox təcrübəli oyunçu kimi biz məhz Tural Cəlilovla hazırda ehtiyatlı olan Orxan Sadaqlını qeyd edə bilərik. Lənkəran komandası futbolçuları topa nəzarət etməkdə davam edirlər. Fərid Əsədov bir qədər irəli ötürür topu. Tural Qurbətov. Tural Qurbətov da yəqin ki, xatırlayırsınız, bu futbolçu Rəvan heyətində çıxış edirdi. Vaxtilə səhv etməmsə Azalda da olub Tural Qurbətov və Bakı futbol klubunda da oynayıb. Və bu qış fasiləsində o Xəzər Lənkərana gəldi. Səhv etmirəmsə müqavilə ilə Interə məxsusdur və deyim ki, birinci
çempionatın birinci yarısında Rəvanda olduqca yaxşı təsir bağışlayırdı. Elə komandasının bəzi qollarına da imza atıb. Elə bu futbolçu hər halda mübarizliyi ilə seçilir. Elə Bakıda da hər zaman öz göstəriciləri ilə, fiziki bacarığı ilə gündəmə gəlməyə çalışırdı. Hər halda ümid eləyək ki, Xəzər Lənkəran da futbolcudan lazımınca yararlana biləcək. Mədavi Hüseynov topu sağ cana ötürdü. Hələ ki Qarabağ futbolçuları topa nəzarət edirlər. Oyunun 10-cu dəqiqəsi gedir. Qapılar qarşısında təhlükəli vəziyyət yaranmayıb. İndi Armentross istiqamətinə ötürmə. Armentross müdafiəçi ilə mübarizədə topu ələ keçirə bildi. Fiziki cəhətdə güclü hücumçudur. Qapı qarşısına ötürmə. Medvedev amma yox. Medvedevə zərbə vurmağa imkan vermir Xəzər Lənkəran klubunun müdafiəçiləri. Amma hücum davam edəcək. Miguel topu özündə saxlamağa çalışır. Coşqun Diniyev. Rəşad Sadıqov ötürmə verir. Ansiagoli. Richard Almeida. Yenidən Coşqun Diniyev. Ondan uzun ötürmə offside. Bəli. Oyuna kənar vəziyyətdə olan futbolçu Maksim Medvedev idi. Yaxşı düşünülmüş bir ötürmə idi, ancaq bir qədər tələsdi. Bu epizodda Qarabağın futbolçusu Maksim Medvedev oyuna kənar vəziyyətdə idi. Bu da epizodun təkrarı indi sizə təqdim olunur. Ümumiyyətlə Elnur belə epizodlarda hər saniyə önəmlidir. Çünki bir saniyə ötürmədə gecikdisə artıq offside qeydə alına bilər. Sabahda çox maraqlı bir görüş var. Turun mərkəzi oyunu əlbəttə ki Inter Qəbələ maçıdır. Inter Arenada keçiriləcək bu oyun və CBC Sport kanalı həmin oyunda canlı yayımlayacaq. Bir qədər fərqli şəkildə daha geniş formatda həmin oyunu siz izləyə biləcəksiniz. Miguel. Daha bir oyun isə yeri gəlmişkən qeyd edək ki, Gəncədə olacaq. Kəpəz Azal maçı da yetərincə maraq doğurur. Çünki hər iki komanda qış fasiləsindən sonra ilk oyunlarında qələbə qazanıblar. Yəni Azal gözlənilmədən Qarabağı məğlub etdirsə, Kəpəz isə öz meydanında Qəbələnin qapısından 3 cavabsız top keçirdi. Buna görə də həmin oyunu da əlbəttə turun maraqlı görüşləri sırasına aid etmək olar. Rəşad Sadıqov hücuma qoşulmuşdu. Onun yaxşı ötürmələri var. Ümumiyyətlə Rəşad Sadıqov Azərbaycan futbolunda olan stoperlər arasında topla ən yaxşı rəftar edən futbolçulardan, amma bu dəfə onun ötürməsi qeyri-dəqiq olur. Qurban Qurbanov və Müşfiq Hüseynov ekranlarınıza gəldi. Uzun illər Qarabağın ən yaxşı hücumçularından biri olmuş Müşfiq Hüseynov və komanda ilk dəfə ilə Intertoto kubokunda Makkabini keçərkən vurulan 2 qolun müəllifi idi Müşfiq Hüseynov. Qardaşı Yaşar Hüseynov da uzun illər Qarabağın heyətində çıxış edib. Müstəqillik ilk dövrlərində. Hakim bildirir ki, yan xəttdən topu oyuna Xəzər Lənkəran futbolçuları daxil etməlidir və Muharrəm ekranlarınıza gəlir. Türkiyədən yenidən Azərbaycana və yenidən Qarabağa qayıtdı bu futbolçu. Qarabağ azarkeşləri tərəfindən də çox sevilən bir oyuncudur Muharrəm. Hələ ki, demək olmaz ki, əvvəlki tam ideal formasındadır. Müəyyən qədər vaxt lazımdır Muharrəmin həmin o ideal formanı bərpa etməsi üçün. Və Qurban Qurbanov Azalla qarşılaşmada da ona şans vermişdi. İndi də start heyətində meydandadır. Qarabağ yenə arxadan hücum qurmağa çalışır. Coşqun Diniyev topu əks istiqamətə göndərir Rəşad Sadıqov. Armentross topu özündə saxlayır. Yox, müdafiəçidən sıyrıla bilmir. Richard Almeida topu komandası üçün saxladı. Ansiagoli. Rəşad Sadıqov. Yenidən Almeida. Miguel. Dani Quintana. Dani. Əla texnikası var bu futbolçunun. Dani'nin zərbəsi və top tirə dövədi. Bəxti gətirdi Xəzər Lənkəran komandasının bu epizodda. Açıq-aşkar Tərlan Qasımzadə də gecikmişdi topa reaksiya verməyə, amma qapı dirəyi Qarabağın hesab açmasına imkan vermədi. Qarabağın isə hücumu davam edir. Yenidən Dani cəlmə meydançasına daxil olur. Sol cana ötürmə verdi. Qapı qarşısı ötürmə. Richard Almeida top orunda mübarizə aparır və nəhayət ki, indi Xəzər Lənkəran müdafiəçiləri topu uzaqlaşdıra bildilər. Zaman Mirzəzadə topu qapı qarşısından uzaqlaşdırdı, lakin yenidən top Qarabağ klubunun futbolçularında Coşqun Diniyev. Sanki Dani də getdikcə öyrəşdi Qarabağın oyun üslubuna, oyun tərsinə. İlk dövrlərdə Dani Avroliqada keçirdiyi oyunlar zamanı Qarabağın bir çoxları bu futbolçunun oyundan narazı qalırdılar. Topu həddən artıq özündə çox saxlayırdı. Qarabağın ümumi oyun dəst xəttinə sanki bir qədər uyğunlaşa bilmirdi. Artıq biz tamamilə fərqli Dani görürük. Qurban Qurbanov da onu komandanın oyun dəst xəttinə, oyun planına
artıq tam demək olar ki, uyğunlaşdırır. Dani çox bacarıqlı futbolçudur, texnikalı futbolçudur, öz dəst xətti var, öz oyun üslubu var, amma təbii ki, hər nə qədər bacarıqlı olsan da komanda üçün faydalı olmağa çalışmalısan. Səninlə tam razıyam ki, son zamanlar, yəni Avroliqanın son oyunlarında da Dani artıq komandanın liderlərindən biri olduğunu göstərdi. Ümumiyyətlə, bu futbolçunun oyun tərzi sol ayağı ilə xüsusən yaxşı oynamaq qabiliyyəti hər zaman özünü qabarıq göstərir. Agolli sol cantda yenidən Qarabağ futbolçuları topa nəzarət edirlər. Muharrem topu Agolli ötürdü. Ansi Agolli Albaniya milli komandasının heyətində. Yəqin ki, biz onu artıq yayda Avropa çempionatında görəcəyik. Fransada keçiriləcək qitə çempionatına vəsiyə qazanan komandalar arasında Albaniya millisi də var. Bu arada Miguel topu qapı qarşısına ötürdü, amma müdafiəçilər topu cərimə meydançasından uzaqlaşdıra bildilər. Xəzər Lənkəran futbolçuları meydanın özlərinə aid hissəsinə çıxmağa cəhd göstərirdilər, amma buna müvəffəq ola bilmirlər. Armenteros Qarabağın hücumu davam edir. 50 oyun var idi mi? Yox, İnqilab Məmmədov bildirir ki, oynamalı lazımdır top. Xəzər Lənkəran futbolçusu Nodar Məmmədovun əlinə dəyməmişdi. Yeriyəmişə Xəzər Lənkəran heyətində olan ən təcrübəli oyunculardan biri də Nodar Məmmədovdur və vaxtilə bu futbolçu da Qarabağın heyətində çıxış edib. Armenteros ötürməsini etdi. Richard Almeida onun zərbəsi alınmadı. Richard Almeida 7 qolla hazırda bombardirlər yarışında Ruslan Qurbanovla birgə birinci-ikinci yerləri bölüşür. Çempionatın ən sərras futbolçular arasındadır. O yarım müdafiəçi olmasına baxmayaraq Richard Almeida, Amil Yunanov və Aleksey Antonov isə hər 6 qol vurublar. Və sabah Aleksey Antonov iki Qəbələnin heyətində meydanda olacaq Interlə maçda. Dani Quintana'nın zərbəsini bir daha görürsünüz. Əla zərbə idi. Sadəcə bəxt bir qədər Dani'dan üz döndərdi. Sanki qapıcı Tərlan Qasımzadə də gözləmirdi ki, belə məsafədən Dani zərbə vuracaq, amma Dani'nin uzaq məsafədən zərbələri çox yaxşı alınır və bu dəfə də o özünü sınamağa qərar aldı. Sevindirici haldır ki, hər nə qədər Xəzər Lənkəran yaxşı vəziyyətdə olmasa da, hər nə qədər Xəzər Lənkəran Premier Liqada qalmaq uğrunda mübarizə aparsa da, Suraxanada Xəzər Lənkəranı dəstəkləyən 50-yə qədər azarkeş var. Əlbəttə ki, komandanın ən sadiq azarkeşləridir. Sabah, yəni sabah dedikdə söhbət təqvimlə olan sabahda nəzərdə tutulmur. Yəni nə vaxtsa Xəzər Lənkəran yüksək liqanı tərk etsə belə, mənə elə gəlir ki, komandanın ən sadiq azarkeşləri birinci dəstədə belə bu komandaya azarkeşlik edəcəklər. Dani Quintana cərimə meydançasına daxil olur. Dani zərbə vurmağa imkan axtarırdı, amma ötürmə etmək qərarına gəldi. Təəssüf ki, Armenteros bu ötürməni yaxşı qəbul edir. Cəlilov yaxşı oynadı. Bu epizodda Tural Cəlilov topu ala bildi. Rəqib futbolçuların yenidən Tural Cəlilov sağ çanta topladı. Onun ötürməsi irəliyə keçmir. Agolli cinahda yaxşı oynadı. Richard Almeida. Yeniden Braziliyalı yarım müdafiəçi geriyə qaytarır topu və Bədavi Hüseynov topu qəbul etdi. Coşqun Diniyev, Miguel. Richard Almeida oturur, bəli. Yenidən Miguel. Richard. Dani Quintana. Dani. Qarşısında bir neçə müdafiəçi var, amma Dani əla oynuyor. Dani onun zərbəsi və yenə qapı dirəyi. Dani Miguel çox gözəl ötürmələrin şahidi olduq və əlbəttə ki, burada Xəzər Lənkəran müdafiəçiləri də təcrübəsiz oyunculardır və belə səhvlərə yol verməsi onların başa düşüləndir və növbəti dəfə qapı dirəyi Tərlan Qasımzadəni qoldan xilas etdi. Xəzər Lənkəranı qoldan xilas etdi artıq. 18-ci dəqiqədə iki dəfə top qapı dirəyinə dəyib Qarabağ futbolçularının zərbəsindən sonra. Elə bu məqamlar da, bu oyun epizodları da göstərir ki, Dani Quintana Qarabağın heyətində olan ən kreativ futbolçulardan da elə onun ustalığı sayəsində artıq Qarabağ 2 dəfə qola çox yaxın olub. Xəzər Lənkəran futbolçuları yenidən meydan mərkəzinə topu qəbul etdilər. Asif Mirili bir vaxtlar Kaxaber Tıxadadzenin rəhbərliyi altında Interdə oynayırdı Asif Mirili və həmin dövrdə hətta istedadlı oyuncular sırasında onun da adı hallanırdı. Ancaq sonradan bəlkə də zədələr səbəbindən, bəlkə də Kaxaber Tıxadadzenin məsləhətlərini tam ola bilsin ki, dinləmədiyindən Asif Mirili formadan düşdü. Hətta bir müddət futbolsuz qalmışdı. İndi Xəzər Lənkərana gəlib və bir qədər əvvəl əlinə dəymişlər halda Nodar Məmmədovun bu epizoda top, ancaq İnqilab Məmmədov davam işarəsi verdi. Asif Mirili azala da keçmişdi, amma həmin komandanın da heyətində möhkəmlənə bilmədi.
Və indi Xəzər Lənkəranda yenidən özünü göstərməyə çalışır bu futbolçu. Elnur, əgər xatırlayırsansa, Asif Mirli ilə eyni dönəmdə Elnur Abdulov da parlamışdı Interdə. Çox maraqlıdır ki, Elnurun da sonraki karyerası bir o qədər uğurlu alınmadı. Hatta Elnur Abdulovu Qarabağda transfer etdi. Bir neçə oyunda da Qarabağın heyətində çıxış etdi, amma Qarabağda da möhkəmlənə bilmədi futbolçu. Son dövrlərdə isə hətta Rəvanda oynadı bir ara. Yəni müxtəlif komandalarda oynadı, amma bir vaxtlar Elnur da ən istedadlı futbolçulardan biri kimi qiymətləndirilirdi Azərbaycan çempionatında. Arxada qalan dəqiqələr ərzində Qarabağ düzdür bir neçə dəfə qola yaxın olsa da hələ ki hesab açılmayıb. Hər halda Xəzər Lənkəran bu dəqiqəyə qədər qapısını toxunulmaz saxlaya bilib. Amma Qarabağ dayanmayacaq təbii ki, növbəti qol axtarışlarına davam edəcək. Baxaq bu dəqiqələrdə Qarabağ yeni hansı bir epizod yarada biləcək. 20-ci dəqiqədə ilk sarı vərəqə göstərildi. Tural Qurbətov, Xəzər Lənkəran komandasının futbolçusu sarı vərəqə ilə cəzalandı. Qarabağın isə hücumu davam edir. Qapı qarşısına ötürmə alınmır və indi müdafiəçilər topu meydana çıxmasına imkan vermədi. Bu 17 nömrə futbolçu Vaqif Güləliyev idi. Uzun ötürmə verir irəliyə. Məhz Tural Qurbətov istiqamətir, amma Bədavi Hüseynov müdafiədə diqqətlidir və topu daha öncə Qarabağ müdafiəçisi qəbul etdi. Richard Almeida keçə bilmədi bu epizodda Ruslan Cəfərov. Ruslan Cəfərov da Zirədən gəldi Xəzər Lənkəran komandasına. Zirədə bir oyunda belə meydana çıxa bilmədi futbolçu. Yenidən topu qəbul etdi. Qapı qarşısına ötürmə Armetraz, amma ondan əvvəl Tərlan Qasımzadə topa çatdı. Top düz Qarabağ futbolçusuna tərəf getdi və Coşun Diniyev çox rahat şəkildə topu qəbul etdi. Medvedev yenə geri ötürmə, Bədavi Hüseynov və qısa ötürmələrlə Qarabağ futbolçuları rəqibin qapısına yaxınlaşmaya başlayacaqlar. Miguel topu qəbul etdi. Dani çox yaxşı topu saxlayır özündə. Dani Hətta qayda pozuntusu məncə var idi, amma hakim davam işarəsi verdi. Məncə elə haqlı qərar idi, çünki oyunun tempini heç bir halda aşağı salmalı deyil hakim imkan daxilində təbii ki. Dani sanki məcbur edirdi ki, rəqib ona qarşı kobud oynasın, çünki topu elə ustalıqla, gövdəsi ilə qoruyub saxlayırdı ki, artıq qaydanı pozmaqdan başqa Xəzər Lənkəran futbolçusunun yolu qalmamışdı. Dani Quintana, Richard Almeida. Richard Almeida'dan gözlənilməyən bir səhv. Adətən o topu özündə çox yaxşı saxlayır, amma bu dəfə topu ram eləyə bilmədi. Rəşad Sadıqov. Coşqun Diniyev. Bəli, Qarabağ futbolçuları meydanın mərkəzində topu özlərində çox yaxşı saxlayırlar. Dani Quintana. Yenidən Richard Almeida. Muharrem. Qarşısında bir futbolçu var. Muharrem. Onun ötürməsi. Yox. Vüqar Beybəlayev topu cərimə meydançasından çıxartdı və indi ikincidən zərbə ilə Qarabağ futbolçuları topu oyuna daxil edəcəklər. Daha doğrusu bu 6 nömrəli futbolçu Asif Mirli idi. Gəlib baxaq epizodun təkrarına. Bəli, Asif Mirli topu cərimə meydançasından uzaqlaşdırır. Qapı qarşısına ötürmə, Medvedev topa çata bilmir. Daha doğrusu bərk ötürmə idi, yəni Medvedevin bu topa çatması belə müşkül məsələ idi. Havanın küləkli olduğunu da nəzərə alsaq, hər halda belə epizodlarda külək də topun trayektoriyasına təsirini göstərir. Qarabağ azarkeşləri ekranlarınıza gəlir. İmarət fan klubunun, eləcə də digər fan klubların azarkeşləri və Tural Qurbətov, Rəşad Sadıqov necə keçdi, hətta Rəşad Sadıqov əlləri ilə qucaqlayıb saxlayırdı sanki Yunan-Roma güləşində olduğu kimi Tural Qurbətova, amma bunu bacara bilmədi. Bir qədər sonra həmin epizodun izləməyə çox maraqlı olardı və oyunun baş hakimi də haqlı olaraq görüşü saxlamadı, çünki top Xəzər Lənkəran klubunun futbolçularındaydı. Asif Mirli geri qaytardı topu. Ruslan Cəfərov sağ canaha ötürmə və təhlükəli alına bilər Xəzər Lənkəranın bu hücumu. Qapı qarşısına ötürülür top, lakin Şahruddin Məhəmməd Əliyev yerindədir. Elnur, yeri gəlmişkən sənə elə gəlmədi ki, Şahruddin çıxmağa bir qədər tələsdi, yəni ehtiyac yox idi məncə, çünki iki müdafiəçi artıq Xəzər Lənkəranlı futbolçunun yanında. Bir qədər əvvəlki epizodun təkrarı, oy Rəşad Sadıqov bəzən belə də olur. Amma etiraf etmək lazımdır ki, son illərin Azərbaycanda ən yaxşı futbolçusu və ən yaxşı müdafiəçisidir Rəşad Sadıqov. Hər nə qədər belə epizodlarda bəzən artıq yaş öz sözünü desə də.
Mən nəinki son illərin ümumiyyətlə Azərbaycan futbolunda olan Müstəqillik illərinin mən deyərdim. Yəni ən yaxşı mərkəz müdafiəçilərindən biridir. Bəlkə də birincisi. Coşqun Diniyev topa nəzarət edir. Qarabağ futbolçuları Richard Almeida yenidən Coşqun Diniyev topladı. Sol cana ötürmə vermək olar, ancaq Coşqun Diniyev özü hələ ki topa nəzarət edir və komanda yoldaşlarının boş mövqeyə çıxmasını gözlədi. Rəşad Sadıqov oynadı. Rəşad. Yox, Dani'dən elə rahatlıqla top almaq mümkün olmayacağı bir gün. Yenidən Almeida topu qəbul etdi. Almeida. Muharrem. Yaxşı gördü Dani'ni. Dani və Dani əla hərəkətlər Dani'dən qapıya zərbə vuracaqmı? İmkan axtarır, yox. Topu irəli ötürdü Richard Almeida. Yenidən Dani. Miguel. Armetros cəlmə açası daxil oldu. Onun istiqamətini ötürmə bir qədər bərk alındı və qapıcı Tərlan Qasımzadə topu tuta bildi. Çox gedişli bir kombinasiyaydı. Sanki hər şey ona hesablanmışdı ki, Xəzər Lənkəran müdafiəçiləri çaş-baş düşsünlər bu kombinasiyadan sonra. Armetros qapıcı ilə üzbəyiz qalmalıydı, amma bir qədər ötürmə bəlkə alındı. Ümumiyyətlə, belə oyunlarda rəqib komanda tamamilə geri çəkiləndə, yəni Qarabağ olmur, hansı komanda olur olsun, biraz yarmaq çətin olur müdafiəni. Hər halda boşluq verməməyə çalışırlar Xəzər Lənkəranlı futbolçular. Bu dəqiqəyə qədər düzdür, bir neçə epizodda Qarabağ qola yaxın olubsa da, amma bu epizodda əsasən uzaq məsafədən zərbələrə üstünlük verilir belə anlarda və artıq Qarabağ futbolçuları 2 dəfə bundan istifadə ediblər və hər dəfə top qapı dirəyinə dəyib. Nə baş vermişdi? İnqilab Məmmədov deyəsən Rəşad Sadıqov hələ də ona nəyisə izah etməyə çalışır. İnqilab Məmmədov deyəsən sarı vərəqə göstərir. Bəli, Rəşad Sadıqova sarı vərəqə, amma nəyə görə bu sarı vərəqə verildi? Bu bizim üçün hələ ki anlaşılmaz qalır. İndi yəqin ki rejissorumuz həmin epizodu bəli bir qədər əvvəl səhv etmirəmsə, bəli, çox güman ki, bir qədər əvvəl Tural Qurbətova qarşı kobud oynadığı epizodu İnqilab Məmmədov indi sarı vərəq ilə qiymətləndirdi. Hər halda bunu demək, tam olaraq, dəqiq olaraq demək bizim üçün çətindir, amma mənə elə gəlir ki, məhz buna görə İnqilab Məmmədov ona sarı vərəqə göstərdi. Hər halda İnqilab Məmmədov işarə də elədi həmin zonaya, yəqin ki, elə sən dediyin qayda pozuntusuna görə idi bu sarı vərəqə. Bədavi Hüseynov geri ötürdü topu. Şarutin Məhmədəliyev. Top Rəşad Sadıqovdadır. Dani Quintana. Armetros. Geri ötürmə alınmır və top yenidən Qarabağ futbolçularında qaldı. Richard Almeida. Bir qədər irəlidə Muharrem var. O yəqin ki geri ötürmə verəcək. Bəli, belə dedir. Bədavi Hüseynovla oynayır. Coşqun Diniyev meydanın mərkəzindədir. İndi hücumun davamlı gətirmək istəyir. Amma yox, qısa ötürmələrə üstünlük verir yenə də. Qarabağın bu hücumu təhlükəli alına bilər. Muharrem istiqamətini ötürmə oyundan kənar vəziyyət. Yanxıt hakimi bayrağını havaya qaldırır və oyundan kənar vəziyyət qeydə aldı. Bax, bir çox məqamlarda deyirlər ki, filan futbolçu gəlir, yaxşı oynamır, amma gedir digər komanda oynayır. Misal üçün, Raydel Pupon indi Ajaxa qol vurdu, 4 oyunda 90 dəqiqə meydanda oldu. Amma bunun əks tərəfində demək olar. Misal üçün, Muharrem Qarabağdan getdi, amma Qarabağda sərgilədiyi oyunu Eskişehirdə göstərə bilmədi və geri qayıtdı. Yəni, futbol elə bir oyundur ki, bunu azarkeşlər mütləq nəzərə almalıdırlar ki, bir futbolçunun harada olması çox önəmlidir. İstər mühit, istər komanda, istər orada yaradılan şərait, komandanın oyun üslubu. Yox, o məqamla mən səninlə bir tərəfdən razılaşdım da digər tərəfdən razılaşmayacağım ki, Azərbaycan çempionatından gedib Türkiyədə oynamaq təbii ki çətindir. Amma Azərbaycanda oynaya bilməyib, gedib tutaq ki, Hollandiya çempionatında özünü göstərən futbolçu isə bunun artıq tamamilə başqa məqamlar var. Görünür, Raydel Pupon Bakıda darıxırmış, bəlkə də mühit onu sıxırmış. Yəni, bəzən belə hallarda, necə ki, bir qədər əvvəl də sən qeyd etdin, Melvin Platier, məsələn, vaxtilə bura uyğunlaşa bilmədi, heç cür özünü göstərə bilmədi. Amma bura gələnə qədər Hollandiyada kifayət qədər yaxşı var idi, əlbəttə, Allah karyerası var idi. İndi Tural Qurbətov yeridən yaxşı keçdi Qarabağın müdafiəsini, topa nəzarət edir hələ ki Tural Qurbətov və heç Rəvanda Tural Qurbətov bu qədər canfəşanlıq etdiyi mənim yadıma gəlir. İndi Xəzər Lənkəranda çox hələ ki pis təsir bağışlamır bu futbolçu oyunun 29-cu dəqiqəsi gedir və 2 dəfə Qarabağ müdafiəçilərini ustalıqla keçə bilir. Düzdür, bu əlbəttə ki qapıya zərbə ilə nəticələnməyib. Xırda bir oyun epizodudur, amma hər halda Tural Qurbətov bununla da olsa yadda qalıb. Elnur, buna səbəb onun bir qədər tək mübarizə aparmalıdır. Çünki demək olar variantlar yoxdur. 2-3 müdafiəçi üstünə isə getdikdə sarı vərəq olacaq. Arxadan ayağa zərbə edir Ruslan Cəfərov.
açıq-aşkar arxadan ayağa zərbə var idi və hakim haqlı olaraq sarı vərəqə göstərdi. Dani Quintana'nın artıq ayaqları bu oyundan sonra nə vəziyyətdə olacaq, mən onu təsəvvür etmək istəmirəm. Növbəti dəfə onun ayağına zərbə, fikir verin. Çox texnikal futbolçu olmaq da bir şey deyil, axırda. Həmin oyuncu yəqin ki, zədəyə görə karyerasını erkən bitirməli olur. Coşqun Diniyev topu oyuna daxil etdi. Richard Almeida. Qarabağ Xəzər-Lənkəran maçında hələ ki hesab açılmıyor və Qarabağın hücumu davam edir. Ansi Agolli. Agollinin ötürməsi Miguel. Dani Quintana topu qəbul etdi. Yenidən geri qaytardı topu. Agolli solcuna ötürmə olacaq amma Agolli ötürmə vermək istədi amma istənilən kimi alınmır və Tural Cəlilov topu irəli vurdu. Yenidən Ansi Agolli. Miguel. Miguel'in ötürməsi Armetros və Dani topa nəzarət edirdi. Hər halda zərbə vurmaq istəyirdi, amma heç cür imkan vermədilər bu epizodda ona. Xəzər-Lənkəran futbolçularını demək olar ki, bütün müdafiəçilər cərimə meydançasının ətrafında belə bir sədd yaradıblar və imkan daxilində qapıya zərbə vurulmasının qarşısına kəsməyə çalışırlar. Və bu səbəbdən də Qarabağ futbolçuları çox uzaq məsafədən qapıya zərbələr vurmalı olur. Yəni artıq bu cür qısa ötürmələrlə rəqibin cərimə meydançasına daxil olmaq olduqca çətindir. Amma zənnimcə bir qol vurulsa oyunun gedişi tamamilə dəyişə bilər və bir qol vurulsa artıq hər şey fərqli olacaq yəqin ki və indi Muharrem Solcatı topu qəbul etdi, cərimə meydançasına daxil olur, qapı qarşısına ötürmə vermək lazımdır, ötürməsi və Dani cərimə meydançasına yerə yıxılır, qayda pozulmayıb, yenidən top Dani'dədir. Dani geriyə ötürmə vermək istədi, alınmadı. Xəzər-Lənkəran indi hücuma alına bilərdi, ancaq burada Məhsün Qəmbərli komandanın gənc futbolçularından biri. Onlara 19 yaşı var. Oktyabrın 25'ində 20 yaşı tamam olmalıdır Məhsün Qəmbərli. Medvedev topu Almeida'ya ötürdü amma Almeida topu qəbul edə bilməsə də əlavə Coşqun Diniyev Qarabağın hücumunu davam etdirəcək. Rəşad Sadıqov. Richard Almeida. Almeida özü irəliləyir. Muharrem. Onun ötürməsi. Müdafiəçilər uzaqlaşdırmağa çalışırlar, amma top yenə Qarabağdadır. Coşqun Diniyev, Miguel. Richard Almeida'ya. Ötürmə vermək olardı. Armenteros istiqamətində yox. Armenteros bu topu nə saxlaya bilmədi, nə başla zərbə vura bilmədi. Tərlan Qasımzadə indi yəqin ki tələsmədən qapıdan zərbəli topu oyuna daxil edəcək. Artıq yarım saat geridə qalıb, artıq 32-ci dəqiqədir Qarabağ Xəzər-Lənkəran maçında. Elə ki Qurban Qurbanovun komandası Xəzər-Lənkəran qapısına yol tapa bilməyib. Amma 2 dəfə top qapı dirəyinə dəyib ki, bunu da qeyd etməliyik. Şarutin Məhəmməd Əliyev isə demək olar ki, bugün hələ oyuna ciddi şəkildə müdaxilə etdiyi epizod olmuyor. Qarabağ futbolçuları yenidən topa yələndilər. Coşqun Diniyev geri qaytardı topu Rəşad Sadıqov və sol cəhətdə artıq Agolli açıldı boş mövqeyə. Agolli istiqamətdə ötürmə vermək olar. Top gözləyir Agolli. Rəşad özü hələ ki irəliləməyə qərar alır. Richard Almeida amma tələsdi sanki Almeida. Fərid Əsədov. Qayda pozulur. Ümumi baxanda topla Xəzər-Lənkəran bəzi futbolçular pis rəftar eləmirlər, amma oyun planında taktiki baxımından deməzdim ki, o qədər uğurlu oyun sərgiləyirlər. Hər halda Xəzər-Lənkəran hücum qurmağa çalışır. Top cərimə meydançasına ötürülür. Maksim Medvedev. Tural Cəlilov topa nəzarət edir və top meydandan çıxdı. Ansi Agolli yaxətə top oyuna daxil etdi. Coşqun Diniyev. Hələ ki oyunun tempo o qədər də yüksək deyil. Qarabağ öz ənənəvi oyun üslubunda topa daha çox nəzarət etməklə rəqibi təzyiq altında saxlamağa çalışır. Xəzər-Lənkəran isə əlbəttə ki böyük qüvvə ilə müdafiə olunur və bunu başa düşmək olar. Komandanın başqa cür belə bir rəqiblə oynaması mümkün deyil hazırda. Ansi Agolli. Ansi topu özündə saxladı. Ansi Agolli.
Miguel. Onun ötürməsi. Dani Guintana topa çatacaqmı? Dani topu özündə saxlayır, hücum davam edir. Dani Guintana qapıya zərbə vura bilər. Ötürmə etdi, amma topu müdafiəçilər uzaqlaşdırırlar. Yenidən Dani Guintana. Dani, Maksim Medvedev. Onun ötürməsi. Muharrem. Top Tərlan Qasımzadənin düz üstünə gedir. Bir qədər əvvəl Tərlan Qasımzadə riskli şəkildə irəli çıxmışdı. Yəni belə epizodlarda qapıçının qaydanı pozma ehtimalı çox yüksək olur, amma Tərlan Qasımzadə düzgün dəyərləndirdi epizodu və qaydanı pozmadı. Çox yaxşı çıxmışdı topa. Bu isə bir qədər əvvəlki epizodun təkrarıdır. Asım Mirili zədələndi. Əslində elə bir hakimin gözü qarşısındadır epizod. Yəni ciddi bir kobulluq deməzdi. Asım Miriliyə qarşı baş verdiyini oyun epizoduydu və Tərlan Qasımzadə Xəzərlənkəranın qapısı həqiqətən çox yaxşı qiymətləndirdi epizodu və topa elə çıxdı ki, qaydanı pozmasın. Əks halda artıq 11 metrlik cəlmə zərbəsi təyin olunacaqdı Xəzərlənkəranın qapısına. Çox maraqlı kadrlar hazırda izləyirsiniz siz. Asım Miriliyə meydan kənarında tibbi yardım göstəriləcək. Və bundan sonra bəli, Asım Mirili artıq meydanın kənarındadır və İnqilab Məmmədov oyunun baş hakimi görüşün davam etdirilməsinə icazə verdi. Oyun davam edir. Nodar Məmmədov. Nodar Məmmədov hətta Carlos Alberto Torresin dövründə səhv etməmsə milli komandaya da cəlb olunurdu. Yəni bir vaxtlar Nodar Məmmədov Azərbaycanın ən yaxşı solcunal müdafiəçilərindən biri hesab olunurdu. Bir vaxtlar. Agolli, Coşqun Diniyev. Bədav Hüseynov. Yenidən Bədav Hüseynov. Richard Almeida istiqamətində Rəşad Sadıqov topu qəbul edir. Yəqin ki, onu Richard'a ötürə bilərdi. Yox, əla bir ötürmə Rəşaddan. Dani Guintana topu özündə saxlayır. Ətrafında bir neçə futbolçu var və topu ondan ala bilirlər Xəzərlənkəranın futbolçular, amma qarşılıqlı top itkiləri var bu dəqiqələrdə. Fərqli Həsənzadə qaydanı pozmamışdı. Coşqun Diniyevdən top ala bildi. Sol catan Xəzərlənkəran hücumu davam edir. Qapı qarşısına ötürmə Şahrutin Məhəmməd Əliyev düzgün mövqe seçdi və top tutmada çətinlik çəkmədi. Zaman Mirzəzadə qapı qarşısına ötürmə vermişdi və indi Qarabağ tez əgər müdafiədən hücuma keçsə, Xəzərlənkəranın əlbəttə ki, müdafiəsində müəyyən boşluqlar var. Arvetras top qapı qarşısına ötürülür və Richard Almeida qapıcı oyundan kənar vəziyyət yox idi. Tərlan Qasımzadə Richard Almeida ilə dueldən qalib ayrılır bu epizodda. Hər halda Richard Almeida topu qəbul etdikdən sonra bir qədər çətin idi oradan dəqiq zərbə vurmaq, çünki fikir ver, top bir qədər uzaqlaşdı və Tərlan məsafəni azaltdı Richard Almeida ilə. Vaxtında irəli çıxdı həm də Xəzərlənkəran qapısı, oyunu oxudu, yəni məsafəni azaltdı və belə də artıq Almeida da qapıya zərbə vurma imkan tapmadı. İndiki üçlər zərbə ilə Qarabağ klubun futbolçuları topu oyuna daxil edəcəklər. 38-ci dəqiqə gedir oyunda və Xəzərlənkəran bir hücum təşkil edən kimi Qarabağ artıq bunun cavabını verməyə çalışdı. Yəni əks hücumda rəqibi tutmaq istədi. Qapalı oynayanda Xəzərlənkəran əlbəttə ki, Qarabağ üçün çətin olur. Ümumiyyətlə, belə məqamlarda qapçı məsafəni azaldırsa, artıq üstünlük qapçının tərəfində olur, nəinki hücum eləyən futbolçunun. Bu, xüsusi bir məqamdır qapçılar üçün. Ruslan Cəfərov topu irəliyə vurur. Tural Qürbətov istiqamətinə. Lakin Qürbətov təkdir irəlidə və onun üçün əlbəttə tək başına Qarabağ müdafiəçilərlə mübarizə aparmaq olduqca çətindir. Almeida. Armetros. Coşqun Diniyev bir qədər əvvəl o Fərid Əsədovla mübarizədə top bitirmişdi, amma bu dəfə topa sona qədər nəzarət edə bildi Medvedev. Rəşad Sadıqov yenidən geri qaytarmalı olur topu. Coşqun Diniyev artıq sanki Rəşad Sadıqovun mövqeyinə çəkilmişdi. Miguel və sol cinaha hücum istiqamətini dəyişmək olar. Richard Almeida ilə oynadı Miguel. Richard Almeida. Agolli topladı. Armenteros. Yenidən top bitirilir. Maç arasındakı Xəzərlənkəranın da topa nəzarət etməsi cəmi 10 saniyə çəkdi. Medvedev qapı qarşısından ötürmə. Top meydana çıxmayıb. Oyun davam edəcək. Yenidən
Top meydançasının mərkəzinə ötürüldü və Tural Cəlilov uzaqlaşdırdı topu və Tural Cəlilov komanda yoldaşlarına bildirir ki, bir qədər irəli çıxmaq lazımdır belə epizodlarda. Bu dəfə isə top tribunalara tərəf gedir Coşqun Diniyevin zərbəsindən sonra. Ümumiyyətlə Elnura əgər fikir verirsənsə, Azərbaycan Premyer Liqasında uzaq məsafədən zərbələr çox az olur və adətən qeyri-dəqiqliyi ilə yadda qalır. Bu xüsusi bir məqamdır. Hər halda bizim futbolcular, ümumiyyətlə Azərbaycan Premyer Liqasında, Topaz Premyer Liqasında oynayan futbolcular bu məqama diqqətli yanaşmalıdırlar və çalışmalıdırlar ki, uzaq məsafədən vurulan zərbələrdə diqqətli olsunlar və effektli zərbələr yerinə yetirsinlər. Tərlan Qasımzadə qapıdan zərbəli topu oyuna daxil etdi. Möhsün Qəmbərli topu sağcına ötürdü. Tural Cəlilov Xəzərlənkaranın kapitanı sağcına topu qəbul edir. Ondan irəliyə ötürmə oyundan kənar vəziyyət var idi. Bir qədər gec reaksiya verdi. Yəni xəta kimi zaman Mirzəzadə oyundan kənar vəziyyətdədir. Pis açılmamışdı, amma elə əvvəlki məqamlarda da dediyimiz kimi belə epizodlarda bir saniyə belə hər şeyi həll eləyir. Ya futbolçu bir saniyə gec açılınca, ya ötürmə gec gəlincə artıq hücum offside olaraq nəticələnir. Rəşad Sadıqov, Armenteros, Coşqun Diniyev, Richard Almeida, Armenteros. Tutması qeyri-dəqiqdir. Tural Qürbətov, bəli, top ona çatır və hər halda komandası üçün heç olmasa out qazana bilir. Bədavi Hüseynov bu epizodda imkan vermədi Tural Qürbətovun irəliləməsinə. Gələn turda Qarabağ çox çətin oyun gözləyir. Qarabağ gələn tur Gəncəyə səfər edəcək və Gəncədə həmin qazonda Qarabağ futbolçularının necə təsir bağışlayacağı mənim üçün çox maraqlıdır. Çünki artıq biz bilirik ki, o törtüyü ideal vəziyyətdə olan Qəbələ məsələn Kəpəzə Gəncədə 3-0 hesabı ilə uduzdu və Qarabağda əlbəttə topla oynamağı sevən bir komandadır və Qarabağın Gəncədə necə təsir bağışlayacağı böyük maraq doğru. Gələn tur siz həmin oyunda izləyə biləcəksiniz. Bədavi Hüseynov. Rəşad Sadıqov ötürdü topu. Rəşaddan sağcan ötürmə. Maksim Medvedev sağcan topu qəbul edir və top meydandan çıxır. Vaqif Güləliyevə deyərək top meydandan çıxdı. Elnur, yeri gəlmişkən Gəncədəki meydançanın vəziyyəti, o törtüyün vəziyyəti barədə danışdıqda bu oyundan əvvəl Qurban Qurbanov mətbuatda müsahibəsində demişdi ki, Azalla oyundakı məğlubiyyətə şərh verərkən bunu səbəb kimi gətirmək istəmirəm, amma etiraf eləyək ki, bizim Türkiyədə keçdiyimiz hazırlıq dönəmində oynadığımız ot örtüyü ilə Azalın ot örtüyü arasında kifayət qədər fərq var və bu bizim oyunumuza hər zaman təsir eləyir. Bu baxımdan Gəncədə də Qarabağ üçün çox çətin olacaq, elə düşünürəm. Ümumiyyətlə, Azalda iş arasındakı ot da yoxdur. Ot deyil, amma onun keyfiyyəti o səviyyədə deyil. Hətta onun da, mən elə onu demək istəyirdim ki, iş arasındakı artıq süni örtükdən də orada əsas əlamət qalmayıb. Yəni o qədər əslində yenilənməli idi süni örtüyü orada, amma iş arasındakı o da yenilənsə belə heç nə dəyişməyib. Gəncədə isə ümumiyyətlə ondan da 2 qat çətin olacaq. Bu arada Dani Cəl meydançasına çox yaxşı daxil oldu. Ötürmə verir. Richard Almeida dəqiq zərbə vurmalı lazım idi, ancaq top Tural Cəlilova dəydi. Qarabağın hücumu davam etməkdədir. Qapıya daha bir zərbə və top bu dəfə qapıdan aralı keçdi. Və bir qədər əvvəlki epizodun təkrarı. Burada Qarabağ futbolçuları iddia edirdilər ki, top Tural Cəlilovun əlinə dəymişdi, amma İqlab Məmmədov davam işarəsi verdi. Çox maraqlı kadrdır. Limon Suraxanı stadionunda. Yəqin ki, Lənkəran azarkeşlər özləri ilə gətiriblər bunu. Qayda pozulmuşdu, İqlab Məmmədov buna işarə verir. Bilgel isə narazıdır, bu qərarla razılaşmır. Bəlkə alındı bu ötürməyə, yəqin ki, topa çatmaq mümkün olmayacaq, belə də olur. Artıq ilk yarı yekunlaşma üzrədir, 44-cü dəqiqədir. Xəzərlənkaran isə gələn tur Neftçi ilə qarşılaşacaq səfərdə, Bakıda. Əlbəttə, artıq mən böyük oyun ifadəsini işlətmək istəmirəm. Çünki yetərincə dəbdən düşüb bu söz və
Sırf maraqlı olacaq o baxımdan ki, indi nə Neftçi əvvəlki Neftçidir, nə də Xəzərlənkəran əvvəlki Xəzərlənkəran. Yəni bu baxımdan oyun maraqlı olacaq. Sadəcə buna görə həmin oyuna baxmağa dəyər. Miguel topa nəzarət edirdi. Dani Quintana. Dani'nin ötürməsi irəli. Muharrem Richard Almeida və sol cantda Gollini yaxşı gördü. Görək ilk yarıda Qarabağın son hücumu necə nəticələnəcək. Dani yenidən topladı. Sağ cantda Medvedev boş mövqedə. Dani əla keçdirək futbolçu Asif Mirlini ustalla aldatmışdı. Ancaq Nodar Məmmədovdan sıyrıla bilmədi. İndi Tural Qürbətov istiqamətinə ötürmə. Və David Hüseynov topa daha tez çatır və geriyə Şahrutin Məhəmməd Əliyev ötürür topu. Şahrutin Məhəmməd Əliyev səhv etmirəmsə Şahdağda başlamışdı karyerasına və Şahdağda seçildikdən sonra Sumqayıt onu cəlb etdi komandaya. Raydəmir Quliyev də həmişə Qusar futbolunun yetirmələrindən biridir. O bugün öz keçmiş komandasına qarşı oynaya bilmir. Miguel topladı. Armenteros qapı qarşısına ötürmə. Və küncdən zərbə olacaq. Zaman Mirzəzadə topu meydandan çıxarır. Birinci hissənin əsas vaxtına 1 dəqiqə əlavə olunur. Qarabağ futbolçular küncdən zərbə ilə topu oyuna daxil etdilər. Geriyə ötürülür top. Agolli risk edəcək. Muzo'dan qapıya zərbə. Tərlan Qasımzadə çox çətinliklə topu geri qaytarır. Hücum davam edir amma ikinci təkrar zərbə olmadı. Möhsün Qəmbərli yerə yıxılır. Oyun davam edir. Qayda pozulmayıb. Hələ ki 30 saniyədə olsa Qarabağın vaxtı var. Daha bir ötürmə qapı qarşısından Nodar Məmmədov topu cərimə meydançasından uzaqlaşdırır. Yenidən Richard Almeida müdafiəçilərin səhvi və az qala Almeida fərqlənə bilərdi amma gözləmirdi ki Xəzərlənkəran müdafiəçiləri də həmin epizodda topu uzaqlaşdıra bilməyəcəklər. Bu isə bir qədər əvvəlki epizodun təkrarı çox qüvvətli zərbə idi. Topun son anda yerə dəyməsi də qapçını çaşdırdı. Bu məqamda isə istənilən kimi zərbə vura bilmədi. Qarabağın son hücumu qapı qarşısına daha bir ötürmə. Top yox, hələ ki oyundadır Armenteros. Yəqin ki, İnqilab Məmmədov artıq birinci hissənin başa çatdığını bildirəcək. Qarabağ Xəzərlənkəran qarşılaşmasında birinci hissədə qapılara qol vurulmur. Artıq ilk hissə yekunlaşır. Komandalar fasiləyə yollanırlar və ikinci hissədə yenidən birgə olacaq. Sivisi Sport'un efirində Qarabağ Xəzərlənkəran qarşılaşması bir neçə dəqiqədən sonra ikinci hissədə canlı yayımı izləyə biləcəksiniz. Gənc qvardiyasının xeyli üzvü bu baxımdan özləri üçün müəyyən bir təcrübə əldə etdilər. Vaxt itirmədən komandaların heyətlərini bir daha xatırladaq. Qarabağın qapısına Şahrutin Məhəmməd Əliyev qoruyor. 5 Maksim Medvedev, 8 Miguel, 10 Dani Quintana, 14 Rəşad Sadıqov, 20 Richard Almeida, 25 Ansi Agolli, 55 David Hüseynov, 90 Samuel Armenteros, 91 Coşqun Diniyev və 99 Muharrem Muharrem. Baş məşqçi isə Qurban Qurbanovdur. Xəzərlənkəran komandasının qapıda Tərlan Qasımzadədir, 4 Ruslan Cəmbərov, 5 Fərid Əsədov, 6 Asif Mirli, 8 Vüqar Bəybalayev, 10 Tural Qürbətov, 15 Nodar Məmmədov, 17 Vaqif Güləliyev, 18 Tural Cəlilov, 32 Zaman Mirzəzadə və 99 Mahsun Qəmbərli idi. Bir daha qeyddə Fərid Əsədov meydanı tərk etdi və onun əvəzinə 35 nömrəli futbolçu Elfat Balahmədov meydana daxil oldu. Baş məşqçisi isə Elbrus Məmmədovdur. Tərlan Qasımzadə top oyuna daxil etdi. Vüqar Bəybalayev və Vüqar topu az qala itirəcəkdi, ancaq buna baxmayaraq top Xəzərlənkəran futbolçularındaydı və müdafiəçi Ruslan Cəfərov riskə getmədi, topu meydandan çıxarır. Vüqar da yerdə qalmışdı bu epizodda. Mənə elə gəlir ki, elə buna görə topu oyundan çıxartdı Xəzərlənkəran müdafiəçisi Vüqar Bəybalayev. Yaxşı oynayan futbolçudur, yaxşı texnikası var, amma əsasən o Bakıda müdafiəçi oynayırdısa, son zamanlar onu həm rəvanda, həm də belə görünür ki, Xəzərlənkəranda dayaq yarım müdafiəçisi kimi istifadə eləmək istəyirlər və eləyirlər də hər halda. Nodar Məmmədov topu irəli ötürür. Zaman Mirzəzadə topu qəbul edə bilmədi sol janata. Artıq neçənci dəfədir ki, Maksim Medvedevlə
birə-bir mübarizədən məğlub ayrıldı. Xatırladaq ki, bugün bir oyun var idi. Sumqayıtda yerli komanda Zireyə uduzdu. 2-0 hesabı ilə Boniyə fərqləndi. İlk golun müəllifi Boniyə oldu və daha sonra ikinci topu Rəşad Abdullayev Sumqayıt komandasının qapısından keçirdi. Dünən isə turun ilk oyununda Neftçi və Ravan komandaları qarşı-qarşıya gəldilər və həmin oyunda 1-1 hesabı qeydə alındı. Qarabağ heyətində isə zədələnən futbolçu var sağ cinahda. Elə deyəsən bu Danidir. Bəli, axsayır o və ola bilsin ki, əvəzdən son budur. Nodar Məmmədovla mübarizədə zədələndi bu futbolçu. Axsaya da olsa hələ ki, həkimlərin meydanda daxil olmasına ehtiyacı olmadı. Mübarizəni davam etdirir. Coşqun Diniyev Dani Quintana'ya ötürmə verə bilər. Belə deyilir. Bir qədər gecikdi, ona görə ötürmə ünvana çatmadı, amma hər halda hücum davam eləyir. Top Dani Quintana'dadır. Quintana. Maksim Medvedev. Maksim yenidən topu Dani'yə qaytarır. Dani qapçı ilə tək-tək qala bilər, amma rəqib müdafiəçi ilə mübarizədən məğlub oldu. Topu istədiyi kimi ram eləyə bilmədi və müdafiəçilər topu ondan ala bildilər. Miguel. Richard Almeida. Bədavi Hüseynov. Bədavi topu Rəşada ünvanlayacaq. Bəli, belə deyiləyir. Rəşad Sadıqov. Coşqun Diniyev. Yenə Rəşad. Rəşad topu ayağından buraxır. Və az qala meydan sonradan daxil olmuş Elfat Balahmədov topu Rəşaddan alacaqdı. Amma top Rəşad Sadıqova dəyərək meydandan çıxdı. Tural Cəlilov yan xəttdən topu oyuna daxil etməyə hazırlaşır. Xəzərlənkəranın kapitanı və bu isə bir qədər əvvəlki epizodun təkrarıdır. Nodar Məmmədov, təcrübəli Nodar Məmmədov Dani Quintana'nın zərbə vurmasına mane oldu. Əslində Dani Nodarı qabaqlaya bilmişdi. Sadəcə topu saxlaya bilmədi və mövqeyini itirdi biraz. Asif Mirili. Mirili uzaqdan qapıya zərbə, amma top qapıdan aralı keçir. Coşqun Diniyev Qarabağ növbəti hücumu qurmağa başlayır. Rəşad Sadıqov ötürdü topu. Yenidən Coşqun Diniyev mərkəzə tərəf irəliləyir. Sağ cantda komanda yoldaşını boş mövqedə gördü və Maksim Medvedev ötürdü topu. Bədavi Hüseynov. Rəşad Sadıqov oynayır. Agolli sol cantda topu qəbul etdi. Ansi Agolli, yenidən Rəşad Sadıqov və Elbrus Məmmədov yetirmələrinə daha sıx oynamağı tapşırır indi meydan kənarından. Medvedev topladı. Coşqun Diniyev. Maksim Medvedev. Miguel. Yaxşı gördü. Armentrosu və yenidən Medvedev Armentros topu qəbul etdi. Armentros əlindən tutub çəkirdilər onun. Bu Asif Mirili idi, amma Armentros hər halda irəlilədi, amma ötürməsi alınmadı. Asif Mirili artıq bu cür Armentros'un qarşısını kəsməyə çalışırdı. Buna belə Armentros yenə öz bildiyini edirdi. Zənnimcə hakim oyunu dayandırmalıydı, amma hər halda yəqin ki o nəzərə aldı ki Armentros dayanmadı, hücum davam elətdirdi. Xəzərlənkəran futbolçusu indi zədələnib. Xəzərlənkəran futbolçuları topun meydandan çıxarılmasını istəyirlər Qarabağ oyunçularına, ancaq Qarabağ hücumu davam etdirir. İçəridə Almeida və Almeida topu meydandan çıxartdı. İnqilab Məmmədov indi həmin mövqeyə gedir. Buraya baş verib. Səhv etməmsə Zaman Mirzəzadə idi bu. Baxaq. Yox, 32 nömrəli. Bəli, Zaman Mirzəzadə idi o. Maksim Medvedev topu ondan aldı. Qaydanı da pozmamışdı əslində Maksim Medvedev. Və Xəzərlənkəran futbolçusu ayağa duraraq görüşü davam etdirir. Bədavi Hüseynov. Coşqun Diniyev topu qəbul etdi. Coşqun sağ can ötürür topu. Qarabağın hücumu davam edəcək. Miguel irəliyə ötürmə alınmır. Nodar Məmmədov topu qəbul etdi müdafiədə. Sol canlı oynayır Xəzərlənkəran futbolçuları və irəliyə ötürmə Tural Qurbətov istiqamətinə.
Yox, Rəşad bu dəfə topu ondan ala bildi. Armenteros keçə biləcək Nodar Məmmədovaya yox. Çəl meydançasında daxil oldu Armenteros. Qapı qarşısı onun ötürməsi və bu ötürməyə nə Xəzər Lənkəranın müdafiəçiləri, nə də Qarabağın futbolçularından heç kim çatmadı. Hər halda bu epizodda zərbə də vurmaq olardı. Baxın, epizodun təkrarını görürsünüz. Armenteros ötürmə etmək olardı. Zərbə də vurmaq olardı. Hər halda Armenteros ötürmə verməyə qərarına gəldi və ötürməsi qeyri-dəqiq oldu. Ümumiyyətlə, əvvəllər fikir verdisə, klassik sağ-sol cinah oyuncuları var idi. Yəni, sağ ayaqlı futbolçu sağ cinahda, sol ayaqlı futbolçu əks cinahda oynayırdı. İndi isə bir qədər dəyişib, elə buna ən bariz nümunə Messi ilə Neymardır. Yəni, sol ayağı Messi sağ cinahda və Neymar əks cinahda oynayır. Qarabağda isə bu Dani'dir belə futbolçulardan biri. Onu adətən sağ cinaha qoyurlar ki, yəni sol ayağı ilə mərkəzə daxil olub zərbə vura bilsin. Armenteros da sol ayaqlı futbolçudur. Bu dəfə o sağ cinahdan mərkəzə istiqamətlənmişdi. Cəl meydançası istiqaməti ötürmə və burada Mahsun Qəmbərli, daha doğrusu Mövsün Qəmbərlidir ona adı və indi Xəzər Lənkəran hücumu təhlükəli alına bilər. Tural Qürbətov, top Zaman Mirzəzadədədir. Zaman Mirzəzadə yaxşı keçdi Medvedev, amma oradan qapıya zərbə olma əlbəttə ki çox müşkül məsələ. Elnur, bu epizodda təkrarını izləsək görərik. Məncə Elfat səhv istiqamətdə ötürmə verdi. Hər halda əks cinaha ötürmə versəydi daha təhlükəli ola bilərdi. Hər halda bunu təkrarda izləsək daha aydın qabarıq görünər məncə. Elə isə Qarabağ növbəti hücumu qurmağa çalışır. 53-cü dəqiqə gedir oyunda. Qarabağ Xəzər Lənkəran maçında hesab açılmayıb. Coşqun Diniyev. Sabahda turun 2 oyunu var və hər iki oyun canlı yayımla sizə təqdim olunacaq. Miguel Sarcan ötürdü topu. Dani Sarcanta sürətli irəliləyir. Qapı qarşısı ötürmə verməyə lazımdır. Armenteros boş mövqedəydi. Onun ötürməsi, amma topu elə bir yerə ötürdü ki, orada Xəzər Lənkəran futbolçu əslində Armenteroslar Richard Almeida da daha əlverişli mövqedədirlər, ancaq Dani'nin ötürməsi uğurlu alınmadı. Sabah qeyd etdiyim kimi 2 oyun var və hər iki oyun canlı yayımla sizə təqdim olunacaq. Gəncədə Kəpəz Azalı qəbul edəcək. O da maraqlı bir oyundur və nəhayət turun mərkəzi oyunu Inter Qəbələ maçıdır ki, bu qarşılaşmada geniş formatda canlı yayımla sizə təqdim olunacaq. Dani mərkəzə tərəf gəlir, qapıya zərbə vurma olardı, ancaq qapı qarşısına ötürmə verməyə qərar alır və Tərlan Qasımzadə yerində. Elnur, fikir verirsənsə son 5 dəqiqə ərzində artıq 2-3 epizoddur ki, həmin cinahdan ötürmə eləyirlər. Demək olar ki, eyni tərzdə ötürmələr, eyni kombinasiya. Hər halda zərbə vurmağa məncə cəhd eləmək lazımdır belə epizodlarda da. Əvvəlcə Armenteros eyni üslubda ötürmə verdi, daha sonra Dani oxşar mövqedən oxşar ötürmələr. Vaqif Güləliyev, Xəzər Lənkəran komandasının futbolçusu, yan xəttdən topu oyuna daxil edəcək. Bakılıdan Neftçaladan cəlb olunub komandaya bu futbolçu. Hətta Bakılıdan da bir futbolçu gəlmişdi Xəzər Lənkərana qış fasiləsi zamanı. Orxan Səfyaroğlu, amma bugün o ehtiyatdadır. Bəli, vaxtilə bəlkə də 10 il bundan qabaq kiməsə desəydin ki, Xəzər Lənkəran Bakılıdan futbolçu cəlb edəcək, yəni, yatsa yuxusunda da belə ağlına girməzdi ki, belə bir şey olacaq. Agoli sol cantı topu qəbul etdi, onun ötürməsi Coşqun Diniyev. Medvedev Qarabağın hücumu davam etdirir. Medvedev bir qədər geridə Dani var. Və Xəzər Lənkəran 2 futbolçusu birləşərək topu ona ala bilir. İkinciden zərbə ilə Qarabağ futbolçuları topu oyuna daxil edəcəklər. Dani Quintana topun arxasındadır. 56-cı dəqiqə gedir oyunda və Qarabağ get-gedə təzyiq artırır. Qapı qarşısına ötürmə. Top meydandan çıxır. Daha bir ikinciden zərbə olacaq. Cəlmə meydançasında Qarabağın 5 futbolçusu var. Qurban Qurbanov, Müşfiq Hüseynova birgə oyunu səbirlə izləyir və indi Tural Qürbətov topu qəbul etdi. Xəzər Lənkəran'a heç hücuma alına bilər. İrəli ötürmə Mahsun Qəmbərli istiqamətinə, amma Qarabağ müdafiəçiləri topa daha tez çatırlar. Rəşad Sadıqov Coşqun Diniyevlə oynadı. Agoli Tural Cəlilov və Miguel Əli ilə çəkirdi Tural Cəlilov, ancaq top Tural Cəlilovda qaldı.
Uzun ötürmə irəliyə Zaman Mirzəzadə istiqamətinə Bədavi Hüseynov topa yələndi. Medvedev. Yenə Maksim Medvedev topu daha yaxın mövqedə olan Coşqun Diniyev ötürdü. Armen Taras və Muharremdən öncə Tural Cəllov topu uzaqlaşdırdı. Rəşad Sadıqov topu meydana çıxmasına imkan vermədi. Geriyə oynayır Şahrutin Məhəmmədəliyev. Bu gün əlbəttə ki, Qarabağ niyyətində əsas gözlənilməz dəyişiklik məhz Şahrutin Məhəmmədəliyevin ilk dəqiqələrdən meydanda olması idi. İbrahim Şehiç ehtiyatdadır. Belə bir variantı əl atıb Qurban Qurbanov. Miguel indi irəliyir. Sağ cantda Dani istiqamətinə ötürmə verdi. Qarabağın hücumu davam edir. Dani qapı qarşısına ötürmə. Richard Almeida topu orundan barda barıcar meydançasında Arbetro sol ayaqla qapıya zərbə top müdafiəçi edərək geri qayıdır. Və nəhayət ki, Xəzərlənkəran futbolçusu meydana sonradan daxil olan Elfad Baləhmədov topu cəl meydançasından uzaqlaşdırdı. Agolli. Ağdam klubun futbolçuları topa nəzarət edirlər. Coşqun Diniyev sağ cantda yenidən Dani boş mövqedədir və Dani sağ cantda topu qəbul etdi. Dani qarşısında Xəzərlənkəran futbolçusu Vaqif Gürəliyev var idi. Coşqun Diniyev, Almeida. Almeida yaxşı keçdi futbolçu. Almeida uzaqdan qapıya zərbə və Tərlan Qasımzadə çətinliklə topu meydandan çıxarır. Küncdən zərbə olacaq. Birinci sırada bir dəfə belə bir epizodda Tərlan Qasımzadə Agolin zərbəsindən sonra təhlükəni soğuşturmuşdu və indi də Xəzərlənkəran qapıcısı yaxşı oynadı. Coşqun Diniyev qapıya birbaşa zərbə amma top qapının üstündən keçir. Sanki tələsdi Dani Quintana. Əslində hücumu daha fərqli formada davam etdirmək olardı. Armen Taras'ın sol ayaqla qüvvətli zərbəsi, lakin top Xəzərlənkəranın müdafiəçisinə dəyərək geri qayıtdı. Qısa Richard Almeida'nın zərbəsi, qapıcı Tərlan Qasımzadə növbətdə və komandasını qoldan xilas edə bildi. Vaqif Gürəliyev, Lənkəran futbolçuları topa nəzarət edirlər. Nodar Məmmədov. Zaman Mirzəzadə topu orundan mübarizə aparır, lakin Medvedev müdafiədə səhvsiz oynayır. Tural Qürbətov topu komandasından qazandırır. Tural Qürbətov az qal cəl meydançasına daxil olacaqdır. Bədavi Hüseynov yaxşı oynayır bu epizodda Qarabağın mərkəz müdafiəçisi. Armen Taras. Yox, geri oynuyor. Coşqun Diniyev. Muharrem. Agolli. Richard Almeida. Top ilişikdə olan kimi pressing tədbiq edir Xəzərlənkaranın futbolçular. Topu onu ala bilirlər. Vüqar Bəybalayev yaxşı oynamışdı, ancaq indi Tural Qürbətovun ötürməsi dəqiqə alınmadı. Bir qədər əvvəl Vüqar Bəybalayev topu Qarabağın futbolçusundan uğurlaya bildi. Artıq neçənci dəfədir ki, Richard Almeida bugün top ikisinə yol verir və məncə bu Elbrus Məmmədovun tapşırıqdır ki, bu futbolçuda top olarkən ona topla çox oynamaq imkanı verməsinlər, pressing etsinlər və hələ ki müəyyən mənada bunun bəhrasını görə bilirlər Xəzərlənkaran komandasının futbolçuları. Bir şey də qeyd eləyək ki, Qarabağ 4 oyunda qələbə qazanmırsa, Xəzərlənkaran artıq 8 oyunda qələbəyə həsrətdir. Ola bilər ki, o ehtimal da var ki, bu seriya bugün də qırılmasın, yəni oyun etçə bitsə, bu komandaların qalibiyyətsizlik seriyası bir qədər də artacaq. Mənə elə gəlir ki, Qurban Qurbanov artıq nəyisə dəyişməlidir. Yəni, hansısa bir əvəzləmə olmalıdır, nəyisə dəyişməlidir. Çünki artıq 1 saat tamam oldu. Yəni, bu oyun üslubu, bu cür taktika, bu cür hücumlarla hələ ki Xəzərlənkaranın qapısına yol tapma olmur. Bəlkə bu hücum bir bəhrəsini verdi. İzləyək görək, Almeida topu Miguel'e ötürür, amma mütləq hər hansı bir dəyişiklik olmalıdır. Sağ jantı Dani topladı. Dani topu qəbul edir. Dani Armen Taras'a ötürmə vermək olardı. Dani özü irəlilədi. İndi topu ötürdü. Richard Almeida zərbə olacaq amma müdafiəçilər özlərini topun önünə atdılar və Almeida'nın fərqlənməsinə imkan verməlilər. Armen Taras da bu epizodda topa toxunmasaydı hər halda Almeida daha rahat olardı, amma bir qədər hücumun gedişi ləngidi və Almeida istədiyi kimi zərbə vura bilmədi. Daha doğrusu qarşını kəsdilər. Almeida. Muharrem. Agolli. Mərkəzə doğru irəliləyir, ötürməsi Richard Almeida.
Dani Quintana. Dani topu özündə saxlamağa çalışır. Yox, alırlar ondan topu. Asif Mirili yaxşı oynadı bu epizodda. İrəli ötürmə Tural Qürbətova top keçmədi bu epizodda. Bədavi Əhsən Bədavi. yaxşı oynadı. Almeida topu Agoli ötürdü. Ansi Agoli topladı. Ümumiyyətlə hücumu gücləndirmək üçün, yəni hücumçu olmasalar belə hücumu gücləndirmək üçün Frans İsmailov və Cavid Tağıyevi meydana buraxmaq olar. Görək ki, Qurban Qurbanov hansı dəyişiklikdən istifadə edəcək. Hələ isə Qarabağ hücumu davam edir. Qapı qarşısı ötürmə Asim Mirili. Topu cərimə meydançasından çıxarda bildi. Vaqif Güləliyev daha doğrusu sol jantı topladı. Top meydanına çıxır. Coşqun Diniyev. Rəqibin ayaqları altından topu meydandan çıxartdı. Migeli çox gözəl fəndə keçmişdi Vaqif bu epizodda. Asif Mirili geri qaytardı topu. Vüqar bəy Balayev. Tural Cəllov sağ jantı topu qəbul etdi. Tural Cəllov. Tural Qürbətov istiqamətli ötürmə. Elfat Baləhmədov. Bu dəfə ötürmək dəqiq olmur və Agoli top ələ geçirdi. Agoli top meydana çıxmışdı. Belə açıq-aşkar top meydanı tərk eləmişdi. Elnur yeri gəlmişkən Tural Qürbətovun oyununa fikir versən, hər nə qədər orada tək olduğunu desək, hücum xəttində yalnız olduğunu desək də pis təsir bağışlanmır, mübarizə aparır, əlindən gələni eləyir. Və deyərdim ki, bugün Xəzər Lənkəranı heyətində ən yaxşılardan biri ilə Tural Qürbətovdur. Ən azı döyüşkənliyinə görə. Əslində rəvanda olanda da bu futbolçu, yəni topu saxlamaq baxımından, müdafiəçilərin belə deyək, başını ağrıtmaq baxımından çox yaxşı oyunçuydu. Sadəcə rəvanda bir qədər həmin dövrdə realizə problemi var idi onun, yəni əlinə düşən qol imkanlarından bir o qədər də yaxşı istifadə edə bilmirdi. Rəvanda əks halda isə olduqca yaxşı təsir bağışlayırdı. Hətta Rəvan Xəzər Lənkəran oyunu xatırlayıram. CBC Sport həmin oyunu canlı yayımda təqdim etmişdi. Həmin görüşdə də Turalın bir neçə dəfə imkanı olsa da yəni fərqlənə bilmədi. Amma ümumilikdə isə müdafiə xəttini çox yaxşı həmişə təzyiq altında saxlayır, topu yaxşı qəbul edir. Tural Cəllov sağ jantı topladı. Xəzər Lənkəran futbolçuları indi topa sanki daha çox nəzarət etməyə başlayırlar yavaş-yavaş. Sağ cana ötürmə, Mövsüm Qəmbərli və Rəşad Sadıq arasında top uğrunda mübarizə gedir. Agoli. Almeida'ya növbətdə və topu qəbul etməyə imkan vermədilər. Vüqar bəy Balayev də əla texnika nümayiş etdirir bu dəqiqələrdə Vüqar. Ruslan Cəfərovun ötürməsi alınmır və yenidən Qarabağ futbolçuları top ələ keçirirlər. Dani meydan mərkəzindədir artıq. Sağ jantdan meydan mərkəzinə gəldi və Medvedev istiqamətli ötürmə. Medvedev topa çatacaq mı? Çatdı. Ötürmə. Armenteros və yerə yıxılır, heç nə yoxdur. Armenteros və burada Nodar Məmmədovla Maksim Medvedev arasında kiçik bir diyalog milli komandamızın sabiq və indiki üzvləri. Hətta dodaqlarından oxumaq var ki, Nodar Məmmədov deyir ki, Qurana and olsun, mən qəsdən ayağa zərbə vurmurdum. Gəlin, baxaq epizodun təkrarına. Maksim çox ağıllı ötürmə eləmişdi, fikir ver. Çox gözəl ötürmə düşünmüşdü, amma qədər. Əslində təhlükəli oynanmışdı, təhlükəli oynamağına Nodar Məmmədov, amma sırf qaydanı pozmamışdı şurasındadır ki. Asif Mirili. Migel qaydanı pozur bu epizodda. Elnur, mən elə gəlir ki, Qara Qarayev meydana daxil olsa, o Migeli əvəzləyəcək. Ola bilər, bəlkə Coşqun da ola bilər, amma... Yox, Cavid Tağıyevdir meydana çıxan futbolçu. Qeyd etdiyim kimi, bu iki futbolçudan biri meydana yəqin ki çıxmalıydı və Cavid Tağıyevi Qurban Qurbanov meydana buraxır. Səncə kimlə əvəzləyər? Bax,
Baxaq görək, meydanı kim tərk edəcək, bir qədər sonra bunu biləcək. X Qarabağın hücumu irəliyə ötürməli, Rişad Almeyda qapçı ilə üzbəüz qala bilər. Tərlan Qasımzadə vaxtında çərçivəni tərk etdi və ayağı ilə cəl meydançasından kənarda topu uzaqlaşdıra bildi. Elfat Baləhmədov, Tural Qürbətov. Qürbətov onun ötürməsi keçmədi. Yenə Bədavi. Almeyda sol canlı oynayır. Muharrem sol canlı topu qəbul edir. Muharrem hücum istiqamətini yaxşı dəyişdi. Armentrosu sağ canlı gördü. Armentrosu Nəsilə topu qəbul edir. Armentros cəl meydançasına artıq daxil oldu. Qapıya zərbə olacaqmı? Yenə də ötürmə və bu dəfə də Daniyet topa çatmışdı, amma top artıq meydanı tərk etmişdi. Mənə buradan elə gəldi ki, top meydanı tərk eləməyib. Bəlkə mənə elə gəldi, deyənlərəm dəqiq. Daniyevə etiraz edir hakimə. Gənnetsorun təkrarını əslində burada nəyə görə qapıya zərbə vurmadı? Yəni, uzaq küncə zərbə vurma olar. Ümumiyyətlə, top havada olarkən onu dəqiq müəyyənləşdirmək çox çətindir. Bu baxımdan hakimləri də qınamaq olmaz. Əfran İsmailov əvvəlcə meydana daxil oldu. Maraqlıdır ki, birinci Əfran İsmailov meydana çıxdı və meydanı tərk edən Miguel'dir. İndi isə Muharremi, bəli, Cavid Tağıyev əvəzir. 2 dəyişiklik birdən. Bu nə deməkdir? Sağ cinahda yer alan Dani artıq konkret olaraq mərkəzdə oynayacaq. Müdafiə, daha doğrusu Armenterosun arxasında. Cavid Tağıyev yəqin ki, sol cinahda oynayacaq. Bəli, Əfran da müvafiq olaraq sağ cinahda. Cinahları gücləndirmək üçün yəqin ki, nəzərdə tutulmuş bir dəyişiklikdir və görək Qurban Qurbanov bu dəyişiklikləri öz bəhrəsini verəcək. 68-ci dəqiqədə 2 dəyişiklik birdən etdi Qarabağ komandası. Hesab hələ ki, Suraxanda açılmayıb. Qarabağ Xəzərlənkəran maçında hələ qapılara qol vurulmayıb və Armentros sağ canaha ötürmə. Bəlkə onda Əfran İsmailov. Bilirsən, mənə elə gəlir ki, bəzi ötürmələrdə futbolçular küləyi nəzərə almırlar. Çünki neçənci dəfədir görürük ki, top düşünüldüyündən daha sürətli gedir. Hər halda bu da ola bilər. Bu epizodda isə Tərlan Qasımzadə yaxşı oynamışdı. Rəşad Sadıqov. Rəşad Sadıqov sağ cantda komanda yoldaşını gördü. Daniyə ötürmə verir. Dani yaxşı qəbul etdi topu. Armenteros. Və qayda pozulur bu. Qarabağın hesabı açması üçün yaxşı imkan ola bilər və fikir verirsənsə ilk dəfədir ki, təxminən belə bir mövqedə Xəzərlənkəran futbolçuları qaydanı pozurlar. Görünür, hər nə qədər böyük qüvvə ilə müdafiə olsa da Xəzərlənkəran, hər nə qədər topa nəzarət faizi 70-ə yaxın Qarabağ tərəfində olsa da belə bir mövqedə heç vaxt qaydanı pozmurdu Xəzərlənkəran futbolçuları. Bu da baş məşqçinin tapşırığı idi. İndi ilk qayda pozuntusudur bu Ruslan Cəfərov və əlbəttə ki, hesabı açmaq üçün Qarabağın əlinə yaxşı imkan düşür. Bəli, dəqiq zərbə üçün çox münasib bir mövqedir və qapıya məsafə də o qədər uzaq deyil. Zənnimcə Dani Quintana vurar bu cərimə zərbəsini. Dani bəli, topu artıq qoyub həmin mövqeyə. Necə deyərlər, öz üçün rahatlayıb orada. Görək Tərlan Qasımzadə canlı səddi necə quracaq. Ondan da çox şey asılıdır bu epizodda. Hələ ki, İnqilab Məmmədov canlı səddi bir qədər geriyə çəkir. Neçə futbolçu var canlı səddə? 4 və artıq 5-ci oyuncu da canlı səddə gəldi. Belə bir güclü canlı sədd, amma biz bilirik ki, Daniye'nin zərbələri zaman Coşqun Diniyev də maraqlıdır ki, oradadır. Eləcə də Rəşad Sadıqov. Amma hər halda Daniye topa zərbə endirənə daha çox oxşayır. Oyunun 70-ci dəqiqəsi gedir. Daniye'nin qapıya zərbəsi, top qapıda da! Dani Quintana gözəl yerinə yetirir cərimə zərbəsini. Xəzərlənkəran 70 dəqiqə davam gətirə bildi Qarabağ qarşısında. Ya, bu nə deməkdir Elnur? Allah deyir, öz üstəm atalar deyir, 3-dən deyib, 2 dəfə dirəkdən döndü. 3-cü cəhdində artıq top qapıya daxil olur. Dani Quintana bugün gola çox yaxın oldu bir neçə epizodda. Ruslan Cəfərovun həmin mövqedə qaydanı pozması artıq biz də təxmin etmişdik ki 70-80% bu qolla nəticələnəcək. Əlbəttə, yəni belə epizodlarda əgər futbolçunun ustalıq səviyyəsi qaydasındadırsa, qol vurmaq üçün hər cür imkan var. Hesab açıldı 1-0. Qarabağ artıq 70-ci dəqiqədə yalnız
Xəzər Lənkəran qapısına yol tapa bildi və görək qarşıdakı dəqiqələr necə keçəcək. Mənə elə gəlir ki, qarşıdakı dəqiqələr Qarabağ üçün daha asan olmalıdır. İndi Xəzər Lənkəran bir qədər fərqli oyun nümayiş etdirməyə çalışacaq və istər-istəməz müdafiədə boşluqlar buraxacaq yəqin ki, Elbrus Məmmədovun komandası. Coşqun Diniyev. Əfran İsmailov ötürmə gözləyir. Elə onun istiqamətində də uzun ötürmə. Əfran İsmailov. Topu yaxşı saxlayır. Əfran. Özü. Rəqib müdafiəçi alınmağa çalışır. Və qayda pozuntusu. Vaqif Güləliyev qaydanı pozdu bu epizodda. Xəzər Lənkəran komandasının heyətində. Qurban Qurbanov niyə belə qayğılı görünür, onu düşünmək lazımdır. Hər Bəlkə də halda gələn tur Gəncə stadionunun vəziyyəti onun gözünün qabağına gəlir, ola bilər. Yəni, belə qazondan sonra orada oynamaq heç də asan məsələ deyil. Ən azı bir futbolçu zədələnə bilər, yəqin ki, bunu da düşünür o. Daninin qapı qarşısına ötürməsi və Asif Mirili topu uzaqlaşdırmağa çalışır cəmi meydançasından. Nəhayət ki, topu çıxartdı Xəzər Lənkəran futbolçuları, ancaq Almeyda hücumu davam etdirəcək. Solcanta Golli topu qəbul etdi. Maksim Medvedev geriyə qaytarır topu. Golli. Coşqun Diniyev və yenidən Qarabağ futbolçuları topa qısa ötürmələrlə nəzarət edirlər. Asif Mirili irəliyə ötürmə vermək olardı. Tural Qürbətov istiqamətləridir. Rəşad Sadıq daha tez çatır Tural Qürbətovdan topa və geriyə qapçısı Şahrutin Məhəmmədəliyevə ötürmə verdi. Medvedev top meydana çıxmayıb, hakim onu davam etdirir. Medvedev topu saxladı meydanda. Qarabağ futbolçuları topa nəzarət edirlər. Birbaşa qapıya zərbə və Tərlan Qasımzadə yerindədir. Xəzər Lənkəran qapısı. Mənə gəlir ki, bu qapısı da yəni, ən azı çempionatın axırına kimi yaxşı təcrübə toplayacaq Tərlan Qasımzadə və bəlkə də gələn mövsüm artıq çempionatımızın ən yaxşı qapıçılarından biri ola bilər. Yəni, potensialı pis deyil Tərlan Qasımzadənin. Bugünkü oyunda da bir neçə dəfə komandasını qoldan xilas edib. Əfran İsmailov sürətlə irəliləyir. Əfran yox, onun qarşısını ala bilirlər hər halda bu epizodda. Asif Mirili meydanın mərkəzində top özündə saxlayır. Vüqar Bəybalayev. Emin, səncə gələn oyunda da Qurban Qurbanov, Şahrutin Məhəmmədəliyevə çərçivəni etibar eləyə bilər Gəncədə, yoxsa sadəcə Xəzər Lənkəran idi deyə biz bugün Şahrutin Məhəmmədəliyevi qapıda gördük? Məncə Gəncədə etibar eləməyəcək ona çərçivəni, hər halda şey işləyənlər. Çünki bu oyundan fərqli Gəncədə Qarabağa çox çətin 90 dəqiqə gözləyir. Əslində Qurban Qurbanov yəqin ki, bu suala daha dəqiq cavab verə bilər. Bir mənalı cavab olmayacaq əlbəttə ki, bu çünki ididən silləri açıb tökmək istəməz, amma mənə də elə gəlir ki, Xəzər Lənkəranla oyundan fərqli olaraq Gəncədə o Məhəmmədəliyevi qapıya qoymaz. Elnur, ümumiyyətlə mənə elə gəlir ki, yəni bildiyim məlumat ondan ibarətdir ki, Rahid Əmirquliyev meydanda olduğu oyunlarda ola bilər ki, həmin o oyunçu limitini, 21 yaşa qədər olan oyunçu limitini Coşqun Diniyevlə yox, Şahrutinlə doldurmaq qərarına gələ bilər Qurban Qurbanov. Yəni, belə bir fikir də var. Hər halda qarşıdakı turlarda biz bunun şahidi ola bilərik. Əslində bu da bir qədər risklidir, çünki yerli oyunçu limitinə görə elə Andrey Popoviçin son oyunlarda Qəbələnin başını açdığı oyun yəqin ki, gözümüzün qabağında baş verdi Gəncədə olanlar. Yəni, Qəbələnin buraxdığı 3 topdan ikisində əlbəttə ki, Popoviçin çok səhvi var idi. Sırf Roman Grigorçuk da həmin oyunda əlbəttə ki, yerli futbolçu olduğuna görə Popoviçi qapıya qoymuşdu. İzləyicilərimizə bir məlumat da verim. Bizdə olan məlumata görə Rahid Əmirquliyev böyük ehtimalla növbəti turdan artıq oynamağa hazır olacaq. Start heyətində olmasa da hər halda meydana artıq növbəti turda çıxa bilər Rahid Əmirquliyev. Belə bir məlumat daxil oldu bizə. 2015-ci ilin ən yaxşı futbolçusu seçildi Rahid Əmirquliyev bir çox sorğularında və Xəzər Lənkəranı Qarabağı dəyişmək məcburiyyətində qaldı. Uzun illər Xəzər Lənkəranın kapitanı olmuş
milli komandamızın üzvü Raid Əmirquliyev. Yeri gəlmişkən Elnur, sənin adaşın var dedi, bir-iki kəlmə danışmaq olar Elnur Cəfərov haqqında. Çünki çempionatın ilk yarısında o Xəzər Lənkəranın heyətində ən yaxşılardan idi, amma getmək qərarına gəldi. Qarabağa keçə bilərdi, istəmədi. Yəqin ki, hansısa xarici klublar, daha doğrusu yəqin ki, Türkiyənin PTT liqasının hansısa klubu danışıqlar aparır. Əlbəttə, son vaxtlar çox yaxşı oyun nümayiş etdirirdi. Hətta 21 yaşlardan ibarət milli komandamızın heyətində də biz onun oyununu gördük. Elnur Cəfərov istər Antalya Cup turniri olsun, istərsə də rəsmi oyunlarda və belə bir məqamda istərdi ki, yaxşı bir komandaya transfer olunsun, amma ən önəmlisi isə həmin o yaxşı komandada Elnur Cəfərovun oyun təcrübəsi qazanmasıdır. Elnur, şəxsən mənə elə gəlir ki, Elnur Cəfərov mövsümün sonuna qədər ən azı Xəzər Lənkəranda qalsaydı, heç nə itirməyəcəkdi, əlavə təcrübə qazanacaqdı. Yəni bir qədər tələsdi məncə, gənclər də cavandı, heç olmasa bu mövsümü başa vurmaq olar. Çünki açıq-aşkar komandanın lideri idi Xəzər Lənkəranın oyunu onun üzərində qurulurdu. Hər halda qərar onundur. Qış vasitəsində klub tapmaq da əlbəttə çox çətin məsələdir. Görək ki, Elnur Cəfərov necə olacaq? Qarabağdan gələn təklifi müsbət cavablamadı o. Əslində bir tərəfdən mən bunu başa düşürəm. Elnur Cəfərov bilirdi ki, belə bir vəziyyətdə Qarabağda onun oynaması çox çətindir. Burada böyük rəqabət var. Ölkə xaricində isə harda oynayacaq, əlbəttə bunu biz yaxın vaxtlarda yəqin ki biləcəyik. Xəzər Lənkəran komandasının heyətini dəyişirik. Orxan Səfiyaroğlu indi meydana daxil olmağa hazırlaşır. O Mahsun Möhsün və yaxud Mahsun Qəmbərlini əvəzləyir. Deyəsən Möhsündür hər halda bu futbolçunun adı, çünki protokolda Mahsun kimi göstərilir. Meydana daxil olan futbolçu isə Orxan Səfiyaroğludur, 7 nömrəli oyuncusu Xəzər Lənkəran komandasına. Richard Almeida topu qəbul edə bilmədi və indi məhz Orxan Səfiyaroğlu topla irələməyə çalışırdı, ancaq Medvedev onun qarşısını kəsdi. Medvedev bugün müdafiədə kifayət qədər səhvsiz və dəqiq oynadı Qarabağ komandasının heyətində. Fransa Canlı topladı, Əfran İsmailov. Armenteros rəqibin cərimə meydançasına tərəf getdi və başa düşmədi. Armenterosla Əfran indi bir-birlər. Geri ötürmə Coşqun Düniyev, hesab 1-0 Qarabağın xeyrinədir. Oyunun 70-ci dəqiqəsində cərimə zərbəsini Dani Quintana gözəl yerinə yetirdi və Ağdam klubunu hesabda önə keçirdi. Bədavi Hüseynov. Rəşad Sadıqov. Yenidən Bədavi Hüseynov, Rəşad Sadıqov. Maksim Medvedev. Qarabağ bu gün qələbə qazanacağı halda artıq xalının 41-ə çatdırmış olacaq. 38 xalı var idi Qarabağın. Zirə bugün qalib gəldi və Zirənin 35 xalı var. Və yenə də 6 xallıq fərq qalacaq. Sabah isə Inter və Qəbələ komandaları qarşılaşır. Inter 3-cü pillədədir, 30 xala malikdir bu komanda. Kəpəzin 29 xalı var, 4-cü yeri tutur və Qəbələ isə 19 oyundan sonra 28 xalla 5-ci yerdə, daha doğrusu artıq Neftçi 29-cu xalı qazanıb və Qəbələnin Neftçinin də 28 xalı var. Elnur, geri gəlmişkən bu mövsüm başlayarkən Zirənin artıq ikinci pilləyə qədər irəliləyəcəyini düşünmək bir qədər çətin idi, amma bugün debutant ikinci pillədədir və Qarabağı addım-ba-addım izləyir. Mövsümün kəşfi oldu Zirə komandası. Hərçənd ki, xatirinizdə yəni çempionatın əvvəlində Zirə belə oyun nümayiş etdirərkən çoxları güman edirdi ki, artıq bir neçə turdan sonra Zirə dayanacaq. Yəni Zirənin gücü cəmi 5-6 turluqdur, amma sonraki gedişat göstərdi ki, bu heç də belə deyil və qış fasiləsindən sonra da Zirə hazırda ikinci yeri tutur. Ruslan Cəfərov. Əfran İsmailov. Əfran sürət yığdı. Əfran cərimə meydançasına daxil olur. Ötürməsi alınmadı. Xəzər Lənkəran futbolçuları yenidən topa yələndilər. İrəlidə yalnız Tural Qürbətov var, amma Tural Qürbətovun yanında Qarabağın
İki müdafiəçisi dayanıb Rəşad Sadıqovla Bədavi Hüseynov. Yan xəttdən qonaqlar topu oyuna daxil edəcəklər. Vaqif Gürəliyev. Asif Mirili. Asif irəli ötürdü topu. Zaman Mirzəzadə istiqamətinə, amma topu Şahruddin Məhəmməd Əliyev tərəf. Zaman Mirzəzadə ilk hissədə daha çox sol cinahda olsa da artıq sağ cinahda yer alıb. Onun mövqeyini dəyişiblər. Ansa Qoli. Oturması qeyri-dəqiqdir. Yeniden Xəzərlənkəran futbolçuları topu ələ keçirdilər. Vüqar Bəybalayev yenə əla texnika nümayiş etdirir. Bugün Xəzərlənkəran heyətində seçilir bu futbolçu. Asif Mirili, Bəybalayev. Vüqardan yaxşı stoper ola bilərdi. Sadəcə fiziki göstəriciləri bir qədər uyğun gəlmir stoper mövqeyi üçün. Cavid Tağıyev topu ələ keçirdi. Armen Trozancanov, Məmmədov burada daha tez reaksiya verdi. Dani sağ cana ötürür topu. Əfran oyundan kənar vəziyyət yoxdur. Cəlbə edəcəsində qapıya zərbə və top Xəzərlənkəran futbolçusuna dəyərək meydandan çıxır. Küncdən zərbə olacaq. Zədələndi Xəzərlənkəran komandasının futbolçusu Vaqif Güləliyevdir bu deyəsən. Həkimlərin meydana daxil olmasına icazə verir, amma yox. Meydandan kənardadır artıq Vaqif Güləliyev və meydandan kənarda ona tibbi yardım göstəriləcək. Oy, ayağına top pistəydi. Episodun təkrarını siz gördünüz. Qapı qarşısına daha bir ötürmə. Yenidən Nodar Məmmədov topu meydandan çıxarır və ikinciden zərbə olacaq. Hər halda Əfran məncə düzgün qərar etmədi. Çünki geriyə doğru ötürmə versəydi daha effekti olardı. Coşqun Diniyev. Almeyda. Xəzərlənkəran hazırda meydanda azlıqdadır. Çünki Vaqif Güləliyevə tibbi yardım göstərilir və o ayağa qalxdı. Oyunu davam etdirmək əzmindədir bu futbolçu, səhv etmirəmsə. Əfran İsmailov, Coşqun Diniyev. Yenə Əfran. Armenteros. Dani Quintana. Dani. Topu ram eləyə bilmədi Coşqun Diniyev. Top meydandan çıxır və Qarabağ futbolçuları yan xətdən topu oyuna daxil edəcəklər. Qurban Qurbanov 3-cü dəyişiklikdən istifadə edəcək ya yox. Hələ ki 2 dəyişiklik olub. Frans Malova, Cavid Tağıyev meydana daxil olub Qarabağın heyətində və hər iki oyuncu da eyni anda meydana daxil olub. Əfran İsmailov növbəti dəfə rəqibindən sıyrılmağa çalışır. Əfran yenə ötürməsi alınmır. Amma top ondadır. Əfran. Maksim Medvedev. Maksimin uzaq məsafədən zərbəsi və top qapının üstündən keçir. Maksim Medvedev zərbə vurmaq qərarına gəldi. Hər halda önü boş idi, amma zərbəsi qapının üstündən keçdi. Tarlan Qasımzadə qapıdan zərbə ilə topu oyuna daxil etdi və Medvedevə yaxın planda gördünüz. Almeyda. Və qeyd edim ki, oyun sonrası yenidən müsahibələrimiz olacaq. Bu görüşdən sonra da hər iki komanda baş məşqçiləri və həmkarım Emin Abbasov artıq meydan kənarına yollanır və oyun başa çatan kimi siz baş məşqçilərin fikirlərini CBC Sport'da izləyə biləcəksiniz. Dani Quintana topa nəzarət edir. O topu Armenteros'a ötürdü. Hələ ki Qarabağ futbolçuları topladı. Armenteros yaxşı oynadı. Gözəl texnika nümayiş etdirdi. Armenteros cəlmə edəcək istiqamətə ötürməli. Medvedev. Qarabağın hücumu davam edir. İnqilab Məmmədov 11 metrlik nöqtəni göstərir. 11 metrlik nöqtəni göstərir. Oyunun 87-ci dəqiqəsində və qaydanı pozan futbolçu Ruslan Cəfərov idi. Ruslan Cəfərova sarı vərəqə. Bugün Ruslan Cəfərovun oyunu
alınmadı bu futbolçunun. İlk epizodda da məhz Qarabağ hesabı açan epizodda da o qaydanı pozmuşdu. İndi də Frana qarşı cəl meydançasında kobud oynayır bu futbolçu və artıq Ruslan Cəfərov həm də komandasını meydanda azlıqda qoyur. Görüşün 86-cı dəqiqəsində Qarabağ 11 metrlik cəlmə zərbəsini yerinə yetirmək hüququ əldə edir. İkinci sarı vərəqəsi idi bu Ruslan Cəfərovun. Topun arkasında Richard Almeida'dır və Almeida çempionatdakı 8-ci qolunu vurmaya yaxındır. Tərlan Qasımzadə ilə üzbəyüzdür Braziliyalı futbolçu. Richard Almeida və hakim hələ ki 11 metrlik cəlmə zərbəsinin yerinə yetirilməsinə icazə verməyib. Cəl meydançasını tərk etməli bütün futbolçular və ondan sonra penalti zərbəsini yerinə yetirmək olar. Hakim işarəsini verir Almeida. Topun arkasındadır. Tərlan Qasımzadə. Və qapıya zərbə hesab 2-0. Richard Almeida çempionatdakı 8-ci qolunu vurur. 8-ci qolunu vurur və çempionatın artıq Vahid Bombardiridir. Yəni Bombardilər yarışında Ruslan Qurbanov keçir. Ruslan Qurbanovun aktivində 7 qol var idi. Richard Almeida isə çempionatda vurduğu qolların sayını 8-ə çatdırır. Qarabağ heyətində indi dəyişiklik olacaq. Coşun Diniyev oyunun 89-cu dəqiqəsində artıq meydanı tərk edəcək və Coşun Diniyevin əvəzinə meydana Qara Qarayev daxil olmağa hazırlaşır Qarabağ komandasında. Ötən oyunda da meydana sonradan daxil olmuşdu Qara Qarayev və bu görüşdə də son dəqiqələrdə bu futbolçu meydana çıxır. Xəzər Lənkəranın da heyətində indi Elbrus Məmmədov dəyişiklik etməyə hazırlaşır və İbrahim Qədirzadə bu gənc futbolçu Xəzər Lənkəranda meydana daxil olacaq. 2-0 Qarabağ çempionatda artıq 12-ci qələbəsini qazanmaq üzrədir və xalını 41-ə çatdıracaq Qurban Qurbanovun komandası. Bədavi Hüseynov geri ötürür topu. Agoli. Yerdən Asya Agoli topladı. Almeida. Qara Qarayev. Hələ ki İbrahim Qədirzadə meydana daxil ola bilməyib. Top meydandan yalnız çıxdıqdan sonra dəyişikliyə icazə veriləcək. Hələlik isə Qarabağın hücumu davam edir. Cavid Tağıyev topu qapı qarşısına ötürür. Müdafiəçilər topu cəl meydançasından çıxardılar. Xəzər Lənkəran altında meydanda azlıqda mübarizə aparır. Tural Cəlilov geri qaytardı topu. Nodar Məmmədov. Yenə Tural Cəlilov. Zaman Mirzəzadə. İrəliyə ötürülür top. Tural Qurbətov istiqamətdir. O isə təkdir irəlidə, tək başına. Qarabağın 3 futbolçusunu əhatəsindən çıxa bilməzdi təbii ki. Nodar Məmmədov. Asim Mirli. Qayda poz var. Dəyişikliyi indi etmək olar. Xəzər Lənkəran komandasının heyətində Asif Mirli məhz meydanı tərk edir oyunun sonlarında. 16 nömrəli futbolçu İbrahim Qədirzadə əvəzləyəcək. Bir daha xatladaq ki, sabah 2 oyun olacaq. Topaz Premyer Liqasında və hər 2 oyun canlı yayımda sizə təqdim olunacaq. Gəncədə 13:30-da start veriləcək Kəpəz Azal qarşılaşmasına. Digər oyun isə Turunu mərkəzi görüşüdür. Söhbət Inter Qəbələ maçından gedir və həmin oyunda 17:30-da başlayacaq. CBC Sport vasitəsilə canlı yayımlanacaq hər 2 oyun. Qara Qarayev. Əfran İsmailov.
Maksim Medvedev yeniden Əfran topu qəbul etdi. Əfran ötürməsi Armenteros. 3-cü qol vurmalar Armenteros. Hesabı 3-0 olur. Samuel Armenteros topu Xəzər Lənkəranın qapısından keçirir. Qarabağın hücumçusu və 3-0 Ağdam klubu Xəzər Lənkəranla maçda görüşün sonlarında 3-cü golda vura bilir. Samuel Armenteros. Üçüncü golun müəllifi oldu. Qarabağ komandasının heyətində ötürməni qəbul edir və dəqiq zərbə ilə topu Tarlan Qasımzadənin qoruduğu qapıdan keçirir. İki dəqiqə əlavə oldu ikinci hissənin əsas vaxtına. Və İnqilab Məmmədov artıq görüşün başa çatdığını bildirir. Oyunun sonlarında Armenteros görüşdə son nöqtəni qoydu. Demək olar ki, gənclərdən təşkil olmuş Xəzər Lənkəran bu gün Qarabağa müqavimət göstərməyə çalışdı, əlindən gəlini etdi, amma əlbəttə ki, Qarabağ futbolçularının ustalıq səviyyəsi qat-qat çoxdur və indi nə baş verir?